Değerli kuru bizləri 18-i 08 09 00 9 tamam. 24 tane boş 3 5 9 10 13 15 18 20 24 tane. Getdik. Lan. Su ne? Tembeller. 2, 5, 7, 10, 14, 16, 19, 2, 4, 7, 11, 12, 15, 16, 22. Selamun Aleyküm. Əşbər. Salam aleykum. Değerli bizi izleyenler, her birinizi salamlayırıq. İnşallah bazardığımız kadar bir normal yüngülvari bir çəkiliş eləmək istəyirik, bir söhbətlər eləmək istəyirik. Sezondur, yarış qabağıdır, sezon vaxtıdır, yarışda olmayanlar, yarışda olanlar, kuşların uçuşun nümayiş elətdirənlər, hər birinizi salamlayırıq, hər birinizə yaxşı nəticələr arzulayırıq, hər birinizə yaxşı uçuşlar arzulayırıq. Bizə bir yüngülvari bir istər məlumat xarakterli, istər də ki, nə bilim öz bildiklərimizdən yarış qabağı sezon hazırlığımızı danışaq. Hər bir kəsə uğurlar arzulayırıq. İnşallah hamımıza yaxşı nəticələr qismət olsun və bütün yarış iştirakçılarını bir daha salamlayırıq. Bugün Əşbər qardaşın həyətindəyik, Binə qəsəbəsində. Selamun Aleyküm. Aleyküm salam. Mən də bir daha bütün izləyiciləri yenidən salamlayıram. Hamıya uzun ömür, can sağlığı arzulayıram. Sezon vaxtıdır, yaxşı uçuşlar arzulayıram. Düzdür, havalar ürəyimizcə deyil, amma inşallah ki, yaxşı olar. Buradan bu yana düzələr. İnşallah. Bu yarışlara necə hazırlaşmısan? Yarışlara həmişəki kimi yəni, pis deyil, yaxşıdır hazırlığımız. Prosto bu il biraz havalardan mən narazıyam, yəni havalar ürəyimizcə deyil. İndi hələ ki tezdir, sezonu hələ biraz da var. Yəqin ki, yavaş-yavaş düzələr. Quşlar da ki, keçən ildə yaxşı idi, bu ildə pis deyirlər quşlar. İnşallah yaxşı nəticə olar, gözləyirəm. Belə ümumi götürəndə quşlarım zəifdir, yəni nə mənada zəifdir. Hələ tam ürəyimcə deyirlər də, tam düzəltməmişəm quşları. Yəni, babatdılar da belə. İnanıram ki, bir hədəfim böyükdür, amma bu havalara baxdım, biraz baxdım ki, o çox çətin olacaq. Nə bilim, yenə də əlimdən gələni eləyəcəm, yaxşı nəticə yığmaq üçün əlimdən gələni eləyəcəm. Gerisi də ki, qismətdir. Allah Teala əziyyət bir yerdə qoymasa, nəinki səni ümumiyyətlə əziyyət çəkib, quş hazırlayıb ortağa çıxardanlara. Çox adamın maraqlı olar məncə. Neçə ildir quş saxlayırsan, necə başlamısan quşlara, necə həvəsi yaranır? Demək, məndə hardasa 99-dan saxlayıram. Daha doğrusu ilk 96-dan başlamışam, 7 yaşından. Demək, bizim həyətə bir dənə göyərçin gəlib düşmüşdü. Atam o vaxt saxlayan olub. Məsələn, balaca uşağam da, atam dedi ki, bax, gəl göyərçinə bax. İndiyə kimi yadımdadır, biz rəngi fərqli deyirik. Qırmızı ala ağbaş idi. O göy ağbaşın elə bir qırmızı forması. Qırmızı forması. Hə. Nəsə elə o quşu görəndən dəhşət məndə bir maraq gəldi quşa, o göyərçinə qarşı. 96-da istədim ki, saxlayayım. Demək, o da qonşunundur. Nəsə qonşu ilə əlaqə o yan bu yan. O quşları bir cüt aldım saxlamağa. İndi hamının, çox adam yəqin ki, bilir də, çox adam evdə qoymurlar. Oxumağına görə deyə, nəsə uşağa qoymurlar.
göyərçin saxlasın əvvəllər bizim vaxtımızda. Mən gətirdim, evdə qoymadılar. Mən gətirdim 99-a qədər belə 3 ay, 5 ay saxlamışam, 3 ay saxlamamışam. Belə 99-dan isə ta ki bu günə qədər bizim həyətimizdə həmişə göyərçin olub. Ta ki uçan cinslər olub. İndi biraz aşağı, biraz yuxarı, biraz zəif. Yəni çalışmışıq ki, uçan cinslər saxlayaq. 99-dan bu günə qədər də elə cinslər olub ki, mənim 99-dan hətta saxladığım cinslər var. Yəni bu günə qədər də yəni cinsi davam eləyir. Gördüyünüz o qırmızı boyun maya, Dolalamaya. göz xallı qovalıyam. Bəli, Onun demək cinsi İman əmi var, rəhmətlik. Allah rəhmət eləsin Allah ona. rəhmət eləsin. Naxçıvan yaxşı quşbazlarından, ağsaqqallarından biri olub, ağsaqqal quşbazlarından. Onun quşlarının cinsidir. 99-dan o quşları biz almışdıq. Yaxşı uçuşları olub. Yəni indi belə cinsdə belə bir şey var da, hamısı eyni uçmur. Baxmayaraq ki, eyni cinsdir. Bu qırmızı boyun mayanın çox gözəl uçuşları olub. Hətta bunu yarışda da uçurtmuşdum. Bala idi. Bala idi bu. Dediyimiz kimi cinslər, yəni baxmayaraq ki, eyni cinsdir. Baxsan onun içərisindən elə quşlar çıxır ki, dəhşət saatlar olur. Baxsan eləsi də çıxır ki, elə bir bu həmən quşdan çıxmayıb. Uçmur, zəif uçur. Yəni belə şeylər olur. Mən də yəni o quşlardan seçmişəm lap yaxşı uçanları. Həmən qırmızı alların, indi onu hamı elə tanıyır, qırmızı allar kimi tanıyır. Çox adam yəni o cinsi bilir. Demək bu maya dəhşət, yəni yaxşı saatlar uçub. Onu bu il uçurtmadım. Baxmayaraq ki, yarış var, baxmayaraq uçuş var. Quşu əldə eləmək də çətindir. Gələ ki, onun qədrini biləsən. Uçurtduğun quş nə qədər cəlt olur olsun, nə qədər köhnə olur olsun, baxsan ki, müəyyən havalar olur, quş qayıtmır. Ona görə müəyyən quşları biz kəsikdə saxlamalıyıq ki, onları qaçırmayaq. Havalara görə də burada perivodlar olur, istər-istəməz havalar tez-tez dəyişir. Yəni bunu quşşurdanların hamısı bilir. Həm indi o həvəskar özü üçün saxlayan ya və yaxud da uçurtmayan adam başqa. Amma uçurdan adam nə cür quşların getdiyin, o baxmayaraq ki, köhnə quşdur, baxmayaraq ki, gözlü quşdur. Yəni bunun getməyin hamı quşşurdanların hamısı şahidi olub. Demək, o vaxtdan 99-dan baxmayaraq ki, heç bir quş qatmamışam cinsinə. İndi 2 dənə erkək qatmışam. 2009-da birin, 2019-da birin. Baxmayaraq ki, qatmamışam, eyni cinsdir. Bunların altından hər cürə quş çıxır. Yaxşı uçan, uçmayan, gözlü, gözsüz. Gör bu qatılsa nə olar? Ona görə bu quşu törətmək, nə bilim, yaxşı quşu əldə eləmək biraz Çətin yox, məsələdir. çox çətindir. Çox adam da hazır nazir qonmaq istəyir. O da mümkün deyil. Ən yaxşı quş da mən belə fikirləşirəm ki, yəni özün törətdiyin, özün düzəltdiyin quşdur. Ola bilər kimdənsə gətirərsən, amma onun üstündə özün işləməsən, mümkün deyil ki, o sənə o effektə qalsın. Əlbəttə, uçulub yoxlamalısan, seçməlisən, törətməlisən. Bu hamısı şərtli quşbazlığı. Əlbəttə şərtdir və əziyyətdir və vaxt tələb eləyir. Mən burada siftə başladım 150 cüt damazlıqla. Damazlıq deyəndə yəni 150 bala cüt. aldığım, bəli. 150-də 150 cüt, 150 300 dənə. Vay maşallah. Bugünkü gündə indi özün də görərsən, burada hardasa 20 cüt quş var. Burada yox, indi yəni ümumi 20 cüt quş qalıb. Nə bilim, seçə gəlmişik 20 cütdə dayanmışıq. Hətta yenə buradan quşlar çıxacaq. Yəni gələn ilə olacaq bu 15 cüt. Azala gedəcək. Yəni ildən ilə dəyişir də, sənə qane eləmirsə, cütləri sayılır. Hə də, yəni həm ildən ilə qane eləmir, həm baxsan ki, bu yaxşısı varsa və yaxud da əlası varsa, yaxşısını niyə saxlayasan? Yəni lap əlasını saxlamaq istəyirsən. Əlbəttə çəkdiyin əziyyətə dəysin də. Dəysin, bəli, buna çox vaxt sərf eləyirik. Bəzən özümüzü aldadırıq. Yəni quşdur, qalxır bir dəfə 8 saat, 9 saat uçur. Vəsə, deyirik, yazıq, heyvan uçdu da, yəni neynəsin? Amma o uçmaq demək deyil də. Nə bilim, uçuşu biraz həm gözümüzdə böyütməməliyik ki, bu bir dəfə uçdu, bundan yox.
Biz bunun axırına çıxmalıyıq. Bunu nətər deməyim, lap yaxşısını saxlamalıyıq. Yaxşısı törədir bu. Biri var 10 dənə işləyəsən, biri var 5 dənə işləyəsən. Hə, bu onsuz da çətindir indi törədənlər, uçurdanlar, nə bilim məşğul olanlar bilir də yəni. Ümumi çoxu ilə vapşe çətindir. Azı ilə hardasa tez hədəfə çatırsan da, yəni nəticəni tez əldə edirsən. Düz aciz xüsusilə çatdıqlarda elementar bir şey deyim də. İnsan ömrü qısadır da, düzdür. Biri var ömrünü daha yaxşı bir məqsədli, uyğun şeylərə həsr eləyəsən. Həm misal üçün göyərçinlərə, yaxşı göyərçin törədəsən, əlində yaxşı göyərçin olar, yaxşı zövq alasan. Bir də var ki, bilmədiyin şeyini işləyəsən, üstünü əziyyət çəkəsən, bir bala ortağa gəlmək üçün başda 2 ay yaxın vaxt gedir də. 2 ay uçurmaq, 3 ay çəkir bir balanı ortağa çıxartmağa. Bu da bilmədiyin quşdan bala alırsan, bilmirsən nədir. Biri var ki, hazır əlindən özün indi neçə il törədirsən də bunları, gəlib çıxıb ortağa. Bu bəzi təzə quş saxlayanlara da məncə dayaq olar da, yəni yaxşı bir söz olar. Çoxla işləmə, azla işlə. Azla işlə və ən yaxşısı ilə işlə. Əlbəttə. İndi sən bax 3 ay deyirsən, mən hətta deyərəm ki, bir cüt quşun və yaxud da bir cins quşun 2 il vaxt lazımdır ki, sən onun nə olduğunu biləsən. O qədər quşlar var ki, birinci il uçur, ikinci il uçmur. İndi bu məsələyə də gələcəyik. Mən özüm neçə dənə, mən heç o şeyə inanmırdım. Məsələn, ağsaqqallardan eşitmişdim. Deyirdim, yəni quş uçdusa uçar da. Və ikinci il uçmadı mənim. Mən özüm gözümün şahidi olmuşam ki, 7 saatla, 8 saatla bu il uçan quşlar gələn 3 saatı keçməyiblər. Yəni belə şeylər olur. Ona görə bir 2 il vaxt lazım olur. Əgər 2 il vaxtıda biz pis bir heyvanın, pis bir göyərçinin üstündə vaxtımızı sərf eləməyinə dəyməz. Ona görə deyirlər, insan ömrü yetmir. Ona görə yetmir ki, sən nəyin üstündə gəldi işləyirsən. Məqsədsiz hərəkət. Məqsədsiz, əlbəttə ki, məqsədsiz. Bir də belə bir sual verim sənə. Bu artıq 5-ci ildə səfərimizi yarışlardasan. Və Bakı göyərçinləri, Azərbaycan göyərçinləri deyə də yerli cinsi tanıtmaqda nə kimi rolun olur? Mən bu işi tək demərəm. Yəni, mən 5 illik yarışlardayam. Əlimdən gələni də eləmişəm. İstər quş hazırlamaq barəsində, istər nətər demir, kütləni, yəni göyərçin bəsləyənləri, göyərçin saxlayanları, göyərçin yetişdirənləri yarışa cəm eləmək üçün. Nə bilim, düzgünlüyü həmişə, yəni düzgünlüyün tərəfində olmuşam ki, bu yarışa heç kəs pis baxmasın da, deməsin ki, orada düzgünlük yoxdur. İndi səhvlər ola bilər, amma yəni biri var bilməyərək, biri var bilərək. Demək, yəqin ki, bir yüngülvari səhvlər olub, bilərək, bilməyərək daha doğrusu. İndi bəzən hakimdir, hardasa səhvlik, ideal bir insan yoxdur ki, ola bilər də o da nəyəsə səhv bilə bilər. Səhv qərar verə bilər daha doğrusu. Yəni, belə bir şeylər ola bilər, amma biz bunu ildən ilə çalışacağıq ki, azaltaq. Və gələk bu yerli cinslərin tanıtmasında, yəni tanınmasında, Bakı quşlarının, Azərbaycan quşlarının tanınmasında bu tək adam yəni nəsə eləyə bilməz də. Biz olaraq nəsə elədiyimizi düşünürəm. Ən azından yarışlara məsələn dəstək kimi də belə deyək. İndi mən də, mənim ətrafımdakı bütün dostlar, yoldaşlar da yəni bu yarışlara dəstək verib. Bu da Bakı quşunun, yerli quşun, Azərbaycan quşunun tanınmasında yəni yarışların böyük rolu olub. Artıq xaricdən də izləmələr var və elə özümüzdə də baxsan ki, artıq kimdə quşun əvvəl kimə deyirdim quşu uçurt, deyirək kəsikdədir, nə bilim, tutmuşam. Amma indi hamı bilir ki, kimdə quş uçur, kimdə uçmur və yaxud da ki, hansı cinslər daha yaxşıdır, hansı cinslər pisdir. Yəni, bunu az da olsa bizə yarışlar göstərib. Artıq məlumdur bizə ki, əvvəl quşun saatını nə deyirdilər, inanırdıq. Elə bilirdik ki, elə quşların elə hamısı 10 saat uçur. Amma indi biz bilirik ki, elə quşun normal uçuşu 5-6 saatdır. İndi hər saatda uçan quş var, amma yəni ortalama uçuş, normal uçuş. Çünki bunu yarışlar bizə göstərir ki, əgər 73 saat bugünkü də bizim rekordumuzsa, bu o deməkdir ki, bizim quşlarımız
ortalama 7 saat uçur. Üst-üstə 7 saat uçur. Yəni bu yarışlardan çıxardılan nəticə də düzdür. Bəli, yarışlardan çıxardılan nəticədir. Yəni quşu uçurtmayanda mən təzə Bakıya gələndə mənə məsələn elə cinslər sayırdılar. Deyirdilər məsəl üçün də filan kəsdən 2 dənə quş götür, Bəs eləyirsən. sən yəni ölənə qədər bəsdir o quşlar sənə nə saatı desən uçacaq. Mən də yəni əvvəl inanırdım. Sonra müəyyən quşlar əlimə düşdü. Nə bilim indi də o nə cinsdir, nə addır. Onun adını çəkməyə ehtiyac yoxdur. Amma mən gördüm ki, yox, elə deyil. Yəni birinci quşu özün düzəltməlisən. Özün onun üstündə işləməlisən. İkinci də ki, deyilənlə fakt olan arasında çox fərq var. Mən gördüm ki, yəni bugünkündə elə məsələn bir gündən bir 7 saat, 8 saat uçan quş, uçan göyərçinin misli yoxdur. Tayı bərabəri yoxdur. Amma bir şey var da, yəni atqazsız uçan, yəni bir dəfə 8 uçub, bir dəfə 2 saat uçan yox. Bir gündən bir 6, 7, hətta 5 saat da belə uçsa, yəni o yaxşı göyərçin hesab olunur. Yəni deməklə sözün odur ki, indi Yəni deyək, bunu padvat eləməsin də sən. hə, bunu yəni mənə məsələn yarışlar göstərib. Əvvəl mən məsələn bir quşbazların yanında oturanda indi amma danışıqlar tamam başqa şeylər idi. Danışıqlar bizə onu demirdi. Bu da belə deyək də bir həmçinin mənə məsələn aydın olubsa, mənim kimi bir neçəsinə də aydın oldu ki, yəni bu hələ özümüzü deyirəm. Yəni bu qırağı demirəm də, özümüzə aydın oldu ki, məsələn quşlarımız nə gücdədir, nə təridir, nə tər deyil. İndi yavaş-yavaş yəni bu risk eləyib quş uçurdanlara aydın oldu da, bu düzdür. Hə də quş uçurdanlara, həm də marağında olanlara. Mən məsələn elə adam tanıyıram ki, vaxtı yoxdur, amma çox marağındadır ki, görüm quşlar nə qədər uçur, kimdə nə tər uçur. Onlara da aydın oldu ki, yarışdan kənarda izləyirlər. Əlbəttə ki, yarışdan kənar, lap yəni yarışda uçurtmayan, kənarda da uçurdan. İndi mən nə bilim, mən çox görməmişəm yarışdan kənar uçurdan. İndi 1-2 nəfər görmüşəm. Yəni yarışdan kənar uçurdanı çox görməmişəm. Əsas bu yarışlarda ola bilsin ki, kimsə uçurdur. Amma indi biz bunu görmürük də, özü 5-6 dənə dost tanışını çağırır, biz nə bilirik. Amma yarış elədir ki, yarışı hamı bilir ki, filan kəs quş uçurtdu, nə qədər uçdu. Çəkilişlə və çəkiliş olmasa da dildən dilə yayılır da, istərsənməz. Mən deyərəm ki, mən yox, biz olaraq bir 20-30% yerli cinsin tanınmasında, yerli cinsin belə deyək, yaxşılaşmasında, yaxşıya doğru getməsində bir 20-30% nəsə eləmişik. İndi bura birincisi bu yarışı Elxan müəllim yəni təşkil eləyib. Elxan müəllim yəni nətər demir, təşəbbüs eləyib də, başlayıb. Birinci başlaması birinci Elxan müəllimdə olub. Sonra indi bir müəyyən səbəblərə görə ayrılmalar olub, qruplara bölünüb. Yəni onun da fərqi yoxdur. İndi ondan sonra da biz istər Məzlun olsun, istər Sultan olsun, istər Sənan olsun, istər Elvin olsun, nə bilim bu yarışa qoşulanlar olsun. Yəni bunların da hamısının bu dəstəyi olub da, yəni nətər demək, hərənin bir balaca dəstəyi yığışır, olur bir normal bir dəstək. Tam olaraq mən deməzdim biz yerli cinsin, Bakı quşunun, Azərbaycan quşunun tanınmasında nəsə eləmişik, amma mən düşünürəm ki, bir balaca biz nəsə eləmişik. Yəqin ki, bu gələcək illərdə daha da çox olar, daha da yaxşı olar və bizim kimi söhbət yenə deyirəm, bu tək bizdən getmir. Yəni biz və ya başqaları kimsə nəsə eləyirsə, elə ona biz minnətdar olarıq ki, sağ olsun ki, bu addımı atıb. Bakı quşunun tanınmasında nələrsə eləyib, və yaxud da nəsə eləyib. İnşallah gələcəkdə daha da geniş tanınar, daha da yaxşı nəticələrimiz olar. Biraz Bakı havası çox adam bilmir. Bakı havası quş uçurtmağa çox çətin bir iqlimdir. Bizim ona görə biraz nəticələrimiz zəif olur. Biraz da ki, indi quşların da üstündə mən son 2020-dən bu yana mən hiss eləyirəm ki, quşların üzərində işlənmələr var. Yəni baxsan ki, quşlar yaxşıya doğru gedir. Yəni bu hamıya aid deyil, bu məsələn mən və yaxud da mənim ətrafım. Yəni dostum, tanışım, gördüklərim də görürəm ki, hamıda xırda-xırda yaxşıya doğru gedir. Yəqin ki, bu 5-10 il sonra lap yaxşıya doğru gedəcək. Mən belə düşünürəm ki, istər-istəməz yarış belə bir şeydir ki, insan özünü təkmilləşdirir. Nöqsanlarını bilirsən, gələn ildən
daha da həmin nöqsanları aradan qaldırmağa çalışırsan. İstəyirsən ki, rəqabət olsun, daha da güclü bir saatlar çıxardırsan ortalığa, düzdür? Düzdür. Bir də belə bir şey var da, yarış nətər demək, loru dildə desək bir meydan kimi bir şeydir, yəni meydan deyək də. Orada sən biri var özün üçün, dostun, tanışın üçün quşurdasan. O qədər məsuliyyət hiss eləməyəsən, rahat olasan da. Biri də var o stres, həyəcan ki var, onu yaşayasan. O stres, həyəcanı yaşayanda sən bir usta hamı istəyir ki, bugünkündə yarışdı, quşu uçsun. Yəni zəif nəticə olmasın. Bu çox pis bir həvəskara, bir göyərçin yetişdiricisində çox pis təsir edir quş uçmayanda. Yəni məndə də olub bu. İstəmir ki, o zəif nəticə olsun. Bunun üçün nə edir? Məsuliyyətli yanaşır, məsuliyyətli hazırlaşır. Yaxşı quş törədir, yaxşısını saxlamağa çalışır. 3-5 ildən sonra görürsən ki, sən məsələn quşların özəl də inanmaq istəmirsən ki, bu nətər mən belə inkişaf elədim, yəni mənim yaxşı quşlarım var. Özünə də xoş olur da. Mən məsələn 2020-də saxladığım quşlara baxıram, hərdən videolara baxıram. 2020-də belə damazlıqları, məsələn kəsikləri buraxmışam çölə. Baxıram, indi videoya baxıram ki, o kəsiklərdən bir dənəsi də olsun belə yoxdur. Yəni zəif olublar, çıxartmışam. Yəni bu da o deməkdir ki, mən yəqin ki bir 5 ildən sonra baxacağam bu quşlara yeni quşlar olacaq. Bunlardan daha yaxşı quşlar olacaq fikirləşirəm. Bu da yəni yarışın hesabınadır. Mən özüm üçün uçursaydım, yadıma düşəndə quş uçurdardım, yadıma düşməyəndə uçurmazdım. Amma sırf yarış var deyə mən Üzərində məsuliyyət hiss edirsən. Üzərində məsuliyyət hiss edirəm, yaxşı hazırlaşıram, yaxşı quş saxlamağa çalışıram. Belə bir sual vermək var. O deyirlər balan birinci qənədir, ikinci qənədir, üçüncü qənədir. Bu haqda bir dənə fikir bölünmək istəyərdim. Demək, mən bu haqda belə bir şey danışım. Məndə bir dənə belə çəkililər kimi erkək mayanın qavalı. Nəsə qapını bağlı saxladım. Quş getdi çöldə yumurtadır. Götdüm, qoydum içəriyə. Sabahsı günü o yumurta quşxanadan çıxdı, qalxdı, tüy kimi girdi göyə. Yəni belə gülməli bir şeydir. Quşun birinci qənədi tutmağı. O yumurta göydən gəldi, mən onu qoydum quşxanaya. İkinci qənəd o 7 saat uçdu, nə bilim 9 saat uçdu. Bala quşun uçuşu ümumiyyətlə sahilməyən uçuşdu. Bir çox yerdə o bala quşun uçuşunu ümumiyyətlə hesaba saymırlar. Plus da bizim yerli cinslər, Bakı quşları. Mən bunu bir dənə ağsaqqaldan eşitmişəm. Məsələn, elə adını da keçə bilərəm. Nəriman kişi bir gün dedi ki, elə əvvəl bizim balanı uçurdurduq birinci ili. 3-4 saat yığırdı, kəsirdik, ikinci illə saxlayırdıq. İndi çıxıb ki, bala bu qədər saat uçsun, o qədər saat uçsun, birinci illə bu qədər uçsun. Əvvəl mən də yəni o fikirlə idim ki, bala quş ikinci qanada belə uçursa bu yaxşıdır, əladır, elədir, belədir. Mən bu yumurta məsələsini niyə dedim? Bəzən görsən biri paşda elə yumurtadır da o. Çox balaca bir balanı quşxanadan çıxdı, birinci qənət 3 saat uçdu və yaxud da ikinci qənət 7 saat uçdu. Mən demirəm bu şey ola bilməz, ola bilər. Amma bu o demək deyil ki, bu quş, bu heyvan çox güclü bir heyvandır, çox yaxşı bir heyvandır. Tamamilə bu səhv fikirdir. Əvvəl mən də elə idim. 3-cü, 4-cü qanada uçan balanı naxadı kəsirdim ki, bu 3-cü, 4-cü qanada belə uçdusa, gör 30-cu, 40-cı qanada necə uçar. Amma bu tamamilə səhv bir fikirdir. Ümumiyyətcə bizim yerli cinslərin, bizim Bakı quşlarının uçuşu oynaqdan sonra bilinir. Hətta mən deyərəm ki, ikinci ilinə onun nəyi var qabında, odur. Birinci il quşun uçuşu mənim üçün heç nədir. Biz bir çox quşbaz, bir çox yaxşı quşbaz damazlıq, heyvanı damazlıq saxlayanda onu ikinci ili mütləq uçurdur. Biz də uçurtmayan da olur, quşun cinsini tanıyan da özü bilər. Yəni, amma yəni bir çox quşbaz o quşu ikinci ili uçurdur. Bu da onda elə ikinci qanat uçanda bunu kəsib atardı ki, bu ikinci qanat 8 saat uçdu da. Bilsən nə uçur, mənim belə fikrimcə? O sezonda bir-iki dəfə ağır saat görürlər, deyirlər, o quşun adından qoyulur 11 saatlıq, 12 saatlıq, nə bilim nə. Yəni cəmi bir dəfə görürlər də. İstərsiniz balada da bir dəfə 7 saat görür, ola bilər indi perivoda düşə bilər və yaxud da ki, ola bilər hava da axanda düşdü, getdi. Hava kanalları olur da yolunda. O günü Elvin də videoda deyib, mən yarıya qədər baxmışam vaxtına əlaqəli. Yəni çox bəyəndim oradan ki,
2 ildir quş saxlayır. Deyir, mən belə görmüşəm ki, bala quşun uçuşu, quş özünü tutandan sonra uçuşunu göstərir. Mən də bundan razıyam. Yəni belə bir söz demək istəyirəm. İndi yeni saxlayanlara, təzə saxlayanlara və yaxud da ki, yaxşı quş saxlamaq istəyənlərə. Çünki biz bunu görmüşük, keçmişik. Ona görə indi kim istəyər, qəbul eləyər, kim istəməz, özü bildiyin daha məsləhətdir. Hə, mən deyərəm ki, yəni biz də belə eləmişik. Bala quşdu kəsmişik, sonra qanat vermişik, uçurtmuşuq, baxmışıq ki, bu o deyil. Heç uçan quş deyil bu. Qalsın ki, yaxşı uçan. İkinci qanada, üçüncü qanada nə olsun ki, uçub. Quş əsasən elə bizim yerli cinsdə birincisi oynaqdan sonra uçmalıdır, ikincisi ikinci il uçmalıdır. Üçüncüsü də ki, bala-bala, xırda-xırda artırmalıdır quş uçuşunu. Elə uçan quşlar həm atqatsız olurlar çox vaxtı, həm çox itmirlər. Yəni özün bərkidə uçurlar. Həm də əsl quş uçurlar. Yoxsa birdən-birə qaldırdım 3-cü, 4-cü qanada 7 saat, oradan da düşdü saat yarıma. Yəni yenə deyirəm, mən demirəm elə bir quşlar yoxdur. Vardı, amma bu o demək deyil ki, o quşlar güclü quşlardır. Və yaxud da ki, mən elə o quşu kəsib saxlamalıyam. Və yaxud da ki, bunun nə fərqi var ki, bu 2-ci qanada uçdu, 20-ci qanada uçdu. Onun nə dəxli var ki? Əsas odur ki, bu mən bunu uçurdanda həmişə ən pis vəziyyətdə ən azı 5 saat uçsun. Ən pis vəziyyətdə. İndi havasını bir dostlaş gələndə əlbəttə ki, yoxsa mən bu 9 saatdır qoymuşam qırağa ki, bu 9 saat uçur, kimsə də gələndə uçurduram 2 saat uçur. Bu nətər 9 saat? Ona görə yeni quş saxlayanlara mənim yəni bir təklifim olar ki, bala quşun ümumiyyətlə uçuşunu saymayın. Uçurdusuz, görürsünüz, yaxşı uçur, gecikdirmək istəyirsinizsə kəsin. Axırına çıxmaq istəyirsinizsə uçurdun. Amma heç vaxt qəbullənməyin ki, bu 3-cü, 4-cü qənədə belə uçdusa bundan yoxdur. O tamamilə səhv fikirdir. Yenə də hərənin öz fikri var, hərənin öz məsləhəti. Kim necə istəyir, elə də yəni, saxlaya bilər, törədə bilər. Prosta yəni, o sizin vaxtınızı alacaq. Necə ki, bizim vaxtımızı alıb. Yəni, özümüzü aldatmayaq. Quşun quş uçuşu var. Yenə də hamı özü üçün saxlayır, hamı özü üçün əziyyət keçir. Amma yəni, vaxt itirirsən də niyə bunu pisin saxlayasan? Yaxşısını saxla da. Var da, yaxşısı bunun var da. Keçək növbəti suala. Quş uçuşu necə olmalı sənin üçün? Yəni, quş uçuşu deyəndə quşda belə deyək, şirin uçuşlar olur. Məsələn, oynağı, evin üstünü buraxmamağı, yaxşı qanat vurmağı, nətər demir, belə göydən çıxıb gələndə də baxsan ki, ləzzət alsan da sən onu. Yəni ki, quş saxlayırsan da sən bilərsən. Və ya quş saxlayanlar da bilir ki, nədir. Quş uçuşu hərə bir, məsələn, adam var ki, oynaqsız quşu ümumiyyətlə istəmir. Mənim üçün quş uçuşu, yəni birincisi gözlü olmalıdır, ağıllı olmalıdır. Yəni bu mənim fikrimdir. Yəni mənim üçün gözlə ağıl fərqli şeylərdir. Üçüncüsü sahada olmalıdır. Dördüncüsü o evin üstündə dayanıb, evin üstündə çıxıb, yuxarıdan çıxıb bu şeylər olmalıdır. Yəni şirinliyi olmalıdır. Və normal qanad vurmaq. Mənim üçün yəni oynaq axırıncıdır. Yəni mən belə deyim də, indi o deyir gələ düzün danışasan. Məndə bu göstəricilərin 5-i olursa, sahadı var, gözü var, ağlı var, məsələn yerində uçmağı var. Atqazı yoxdur da, yəni hər dəfə uçurdanda uçur, 5 saat da olsa, yəni hər dəfə uçurmur. Bu göstəricilərin 5-i vardırsa, mən onun 6-cısı olmasa da, yəni oynağı olmasa da mən bunu saxlayıram. Yalandan deyim ki, yox, mən oynağı da olsun. Yox, mən bunu saxlayıram. Oynağı da olsa lap gözəl, daha yaxşı. Amma yoxdursa da mən onu keçirəm də o 5 dənə yaxşı xüsusiyyətinə görə keçirəm, saxlayıram. Mənim üçün yaxşı quş hər qalxanda, hər dəfə qalxanda 5 saat uçmalıdır və bu saydığım göstəricilərin uçuşu, gözü yerinə gedib, yerindən gəlməyi hamısı olmalıdır. Mənim üçün yaxşı quş budur. Bəs ideal quş vidi və ya ideal quş skelet quruluşu, ideal quş deyimi necə olmalıdır sənin üçün? Onu mən korpusuna, vidinə, rənginə əlaqələndirmirəm. Mənim üçün ha.
Yəni indi onu mən bilə bilmirəm də ideal quş. Məsələn, mənim üçün bunların hamısı idealdır. Əgər uçandırsa, mən dediyim göstəricilərin hamısı vardısa, mənim üçün idealdır. Rəngin heç bir önəmi yoxdur, korpusun heç bir önəmi yoxdur. O gözxallıya fikir versən, onun quyruğu biraz belə çox təhərdir. Toz gözxallı? Hə. Bəli. Amma mənim üçün burada ən yaxşı quşların biridir. Ən yaxşı quşlar hətta gözxallılarımın yəni kötüyüdür. O qara gözxallıdır, onun balasıdır. Ay maşallah. Mən məsələn ideal quş kimi bax bu gözxallını göstərə bilərəm sizə, o qara gözxallını. Bir də onun mayası, qırmızı boyun mayanı göstərə bilərəm. Mənim üçün ideal quşlar bunlar. Keçən ilki uçuşlarda, havalarda qırmızı boyun inişi ilə uçub. Gözxallı tək keçən il uçub. İndi qardaşları, tayları, atası, anası uçub, amma yəni özü bir dənə keçən il uçub. Keçən il havalar yaxşı idi da, indi belə havalar yox idi. Mən o quşu 32 qanad uçurtmuşam. Mən yazmışam da, yazıram mən. 32 qanadın bir dənə 2 saat 40 dəqiqəsi var. O da necə? Bərk külək olub. İndi arada bir quşları küləyə veririk də. Bərk küləkdə 2 saat 40 dəqiqə dayanıb. Ondan sonra o 31 qanadın 5 dənəsi 5-in üstü olub. 5.15, 5.yarım, 5.30. Qalan saatları isə, qalan qanadları isə onun 7-dən yuxarı olub. İndi o daha yuxarı saatlarını demirəm, elə 7-dən yuxarı deyirəm. Yəni o mənim üçün ideal bir quşdur. Mən o quşu nə vaxt uçurtdumsa, ən pis vəziyyətdə elə 5-6 uçdu. Həmçinin onun mayası. Onu da hardasa 30 qənət uçurtmuşam keçən il. 29-30 qənətdə o yarışda quşlar geciyə qaldı. İndi o da gəlmədi. Sonra sağ olsun o quşu da Zirədə adada tutmuşdular. Suraxandan Azər qardaş var. O məsələn oradan kuş almağa gedib, kuşu görüb orada zəng vurmuşdu, peçatı zadı. Yəni o kuş elə onun vasitəsilə geri qayıtdı mənə. İniş ildə yarışda bala idi. Yəni 8:40 hamının gözünün qabağında uçub da. Maşallah. Elə bu ildə, yəni bu yox, keçən ildə yəni yaxşı saatları olmuşdu. Yarışa da buraxmışdım. Yarışdan bir gün qabaqda hətta 9 saat uçmuşdu. Tərəddüd edirdim ki, uçurdum, uçurtmuyum. Nəsə qərara gəldim ki, minimum 7-8 uçacaq. Nəsə quşlar geciyə qaldı. İndi o da yəni mənim çox quşum geciyə qalanda Ziriyə gedir. Və o günlərdə bir dənə ağ kəkildim. Bu kəkillərimin balası, xırda baladır. Geciyə qalıb Artyom'u da elə biləm. Sağ olsun, qardaş da zəng vurdu. Pirallahı da, hə. Qardaş da zəng, baladır, ikinci təvəd uçur. Hə, sağ olsun ki, zəng vurdu ki, gəl götür, hələ gəlib götürməmişəm. O gün bir də zəng vurub ki, bəs niyə gəlib quşu götürmədin? Yəni deməyəm o ki, geciyə qalan quşların gedir o tərəfə. O qırmızı boyun mayada, yəni o gözxallı da mənim üçün ideal quşdular. Çünki ha vaxt qalxıblarsa, 5 saatın üstü uçublar, evin üstündə uçublar, yaxşı gözləri olub, yaxşı ha və ağılları olub. O gözxallı neçə dəfələrlə qaranlığa düşüb, qaranlıqda quşlar qalır, bu qalmır. Hətta yarışda da o yumula gəldi düşsün, Xəqani elə biləm gördü. Nəsə bir neçə nəfər gördü, o rəngin deyirəm. Sonra adam dedi ki, o düşəcəkdi. İndi 2 dənə bala qalxdı, düşənmədi. O yəni heç vaxt geciyə qalmamışdı. Yumula, bilirsin, qaranlıq düşür, yumula gəlir, düşür ki, özünü çatdırır. Və pis havalarda baxsan ki, o quş lap yerinə girmir. Yəni hiss eləyir də, mən bunlara ağıllı quşlar deyirəm. İndi hər bir yanaşması var da, indi mənim üçün göz başqadır, yəni ağıl başqadır. Mən bunlarda o hissiyatı hiss eləmişəm. İndi ağıl da deməsək, yəni ağıl kimi bir şeydə, yəni bu güclü hissiyatı var. İnstinkti var da. Hə, yəni bunlar onu hiss eləyirlər. Mənim üçün ideal quşlar belədir. Yəni bu demək deyiləm, bu məndədir, yaxud da mənim quşum idealdır. Bu 99% quşbazda belə quşlar var. İdeal quşlar var. Ola bilər ki, məsələn, kimsə üçün ideal başqa bir şey olar. Mənim üçün ideal quşlar bunlardır. Hər ildə mən belə quşlar yetişdirməyə çalışıram. Amma düzdür, bu il hiss eləmirəm belə quşların. Bu 2 dənə quşu kimi, yəni quşlarımın içində quş var. Əgər hiss eləsəm, indi sezon indidir də, yəni. Bu il görsəm ki, belə quş var, yenə də onları damazlıq kimi kəsib saxlayacaq. O quşları mən uçurdub bir-bir yığıb saxlayacaq. Hər il mən 500 dənə quş törədirəm. Hətta daha çox, amma mən oradan bir cüt, bir dənə, 3 dənə quş kəsərəm. Yəni damazlıq kimi kəsərəm. Belə bir sual vermək məsələn, bizə heç olub belə ki, quşlarında bala çıxıb, demirsən ki, yox, bu qəşəngdir, video fazonu var.
Kəsim saxlayın bunu. Yox, mən heç vaxt deməyim. Yəni son bu illərdə, son bu 2 ildir uçurtmamış quş kəsmirəm. Uçurdub kəsirəm. Düzdür, müəyyən quş var, bayaq dedim ki, məsələn 2 il uçurtmalısan da mazı kəsirsən. Müəyyən quşlar var, 1 il uçurtmuşam. Məsələn bu gözxallığın özünü, o göyağbaşın özünü. Uçurtmadan. Yox, uçurtmadan yox. 1 il uçurtmuşam. Uçurtmadan kəsmişəm. Atası, anası şişqalayıb, cinsi yoxdur. Onu kəsmişəm. Və yaxud da ki, atmışam yuxarı uçurtmağa, ata ölüb və yaxud da çıxıb gedib, kəsik qalxıb gedib, təzədən gəlib onu yuxarıdan götürüb kəsmişəm ki, bunun atası yoxdur. Yəni belə kəsmişəm 1-2 dənə, 3-5 dənə. Amma 95% quşlarımı uçurdub kəsmişəm. Hətta buradan bu yana demək olar ki, %100 uçurdub kəsəcəm. Çünki mən görürəm ki, bir dənə bir cüt quşdan 10 dənə bala çıxır. Məsələn, elə götürək bu gözxallını. Bu qara gözxallılar, o gözxallığın balası da boz gözxallığın balasıdır. Onlar 7 dənə idi. 4 dənə erkək idi, 3 dənə maya. O 7 dənə quşun heç biri bunun kimi deyildi. Uçurdu, onlar da uçurdu. Hətta biri yarışda sarı gözxallı var idi. 9 saatla gəldi bir yarışda. Ondan qabaqçı mən keçən 2 dəfə uçurtmuşdum. Ondan qabaqçı yarışda saat yarımışdı. Yəni atqaz elədi, belə deyək. İlk dəfə idi o quş atqaz eləydi, həmən yarış gününə saldı. Amma bu qara gözxallı ümumiyyətlə atqaz eləmədi. Demək ki, bu ondan yaxşıdır. 7 dənə balanın ən yaxşısı budur. O yaxşını mən kəsirəm bir dənə, götürərəm onu. Bu ildə yarışdasan Əşqar və yarışda kim özünə rəqib görürsən və yaxud da ki, rəqib gördüyün bir insan var və yaxud da heç bir rəqib görmürsən. Bir dənə zəhmət olmasa baxdı. Mən belə deyərəm, mən artıq 5 ildir yarışdayam. Gəl belə eləyim, həm özümü bir balaca tərif eləyim, bir balaca da tənqid eləyim. Demək, mən axır 5-ci il ki yarışdayam, düzdür bu il hələ uçurtmamışıq, 4 il uçurtmuşam, normal nəticələr olub. Mənə düzdür özümü ikisi qane eləmir, amma ikisi qane eləyir. Yəni 2 ilin nəticəsi qane eləmir, 2 ilin nəticəsi qane eləyir. Belə ikinci bir yəni iştirakçı, ikinci bir 2 dəfə birincilik, 2 dəfə ikincilik tutan görməmişəm. Hələ ki olmayıb. Keçirilən yarışlarda. Hədə əlbəttə ki, biz yarışlardan söhbət edirik. Yəni bizə yarışa qoşulmayan və yaxud da yarışda tutmayandan bizim işimiz yoxdur. Biz yarışlardan söhbət edirik. Yəni rəqibə gələndə mən istəyirəm bir balaca həm meydan qızışdırım, həm rəqiblərimi bir balaca qızıqlandırım. Həm də ki səmimi yəni cavab verim. Mən rəqib görmürəm. Nə mənada görmürəm? Heç kəsi, yəni 40 nəfərin heç birini rəqib görmürəm. Fikirləşirəm ki, kimsə bilirsiniz də burada həm şans var, həm də hava söhbəti var da. Yəni hava da ki, yaxşı hava kimə düşsə. Yəni mən fikirləşirəm ki, kimsənin havası yaxşı ola bilər, məndən artıq nəticə yığa bilər. Çünki mən onu yaxşı hazırlaşmışam, ona görə bunu deyə bilirəm. Təbii ki, bu mənim fikrimdir. Yəni ola bilər ki, mən bu yarışda 10-cu yeri tutum və yaxud da 25-ci yeri tutum. Amma yəni, mən rəqib görmürəm bu yarışda özümə. Dediyim kimi də, yəni bu da o demək deyil, mənim heyvanlarım güclüdür və yaxud da mənim quşbazlığım güclüdür, hazırlığım güclüdür, yox. Prosto mən fikirləşirəm ki, mənim təcrübəm çoxdur. Çünki mən artıq bir neçə ildir yarışdayam deyə inanmıram ki, təzə yarışa qoşulan gəlsin, yəni məndən rəqib olsun. Yəni keçinmirəm də ondan, belə deyək. Köhnə rəqiblərdən də ki, həmçinin, yəni neçə illərdir uçurduruq, görməmişəm ki, onların məsələn 2-3 il dalbadal sahadı məndən artıq olsun. İndi 1 il ola bilər. Yəni elə bir yarışmacı olmur ki, o elə hər il o çempion olsun. 1 il görsən ki, 2-ci yerə çıxar, 1 il 3-cü yerə çıxar, yenidən qayıdar çempion olar. Mən bir hardasa açıq deyim, Əleydərlə Dadaşı rəqib görürdüm hardasa. Yaydan sonra, yəni bu quşları uçurdandan sonra, başlayandan sonra artıq görmürəm. Yenə deyirəm, yəni sözümü yaxşı mənada qəbul eləyin. Bu o demək deyil, yəni siz quşunuz zəifdir. Mən özümün quşum haqqında deyə bilərəm. Mənim quşum zəifdir. Hədsiz zəifdir. O bilirəm ki, onların quşları yaxşıdır. Sadəcə o cürə təcrübəyə görə onu deyirəm və nə bilim, bu bir içimdən gələn bir hissdir də, yəni belə hiss eləyirəm. Amma hamısına uğurlar arzulayıram, hamısına yaxşı nəticələr arzulayıram, özümə daha yaxşı nəticə arzulayıram.
İnşallah hamı üçün yaxşı olar. Fikirləşirəm ki, bu il rekord saatımız var, 73 saat. Onu artıqlaması ilə aşıracağıq və bir çox iştirakçımız 50 saatı yəni aşıracaq. İndi bilirsiniz də yarışlarda 50 saat, ümumiyyətlə nəinki yarışlarda ortalama quşun 5 saat uçmağı pis hesab olunmur da, yəni yaxşı hesab olunur. 50 saat normal saatdır. Belə böyük yekəxana kimi çıxmasın, sözün pis mənada çıxmasın, 50 saat əslində çox zəif saatdır. Amma yəni indi biz belə qəbullənmişik ki, 50 saat normal saatdır. Ona görə 50 saatı aşıran hər bir iştirakçı özün yəni əziyyətinin boşa getmədiyini düşünür. Amma mən fikirləşirəm ki, düzdür, mənim yenə deyirəm, mənim quşlarım çox zəifdir, hətta bu il də zəifdir. İndi bir neçə ildən sonra düzəldərəm, düzəldəmərəm bilmirəm, amma çalışıram düzəldim. Amma mən fikirləşirəm ki, 50 saat azdır. Yəni bizim saatlarımız olmalıdır 70, 80, 90, 100. Yəni 3 rəqəmli saata biz keçid eləməliyik. Gələcək illərdə bir neçə nəfərin, 3-5 nəfərin o 3 rəqəmli saatın yəni aşıdacağına inanıram. Bəs özün neçə saatdır görürsən? Mən yəni hələ belə deyək də 3-5 qanat quş tutmuşuq da, özünüz bilirsiniz ki, havalar yoxdur, quş havası yoxdur. Yəni quşları hazırlaya bilməmişik hələ ki. Amma mənim hədəfim 3 rəqəmli saat, 100 saatdır. İnşallah. Keçən ilin havası olsaydı, yəni çox rahat şəkildə onu eləmək olardı. Amma bu il havalara baxıram ki, o 3 rəqəmli saat çox çətin olacaq. Çox çətin olacaq. Amma bir də bir şey var. İndi mən bu saatı deyirəm, orada kimsə baxacaq. Bəs demişdin 100 saat. Mən 85 saat da yığsam, məsələn oradan biri deyəcək ki, bizdə belə bir şey var da. Bəs demişdin 100 saat. Bu o demək deyil ki, 85 saat da azdır. Mənim hədəfim 100-dür. Mən dirəşib demirəm ki, mən 100 yığacağam. Mənim hədəfim budur. Mən bunun üstündə işləyirəm. Hədəfimə çata da bilərəm, çatmaya da bilərəm. Hədəfimə çatmaq üçün mənim qabağımda yüzlərlə maneələr var. Quşumun yaxşı uçmağı, yaxşı hazırlığı olmalı, havanın yaxşı olmağı, həmən günə salmağı, nə qədər maneələr saya bilərəm. Onun üçün gəlim, yəni söhbət məndən getmir, yəni hər bir kimsə. Yəni, nəyin üstündə çalışırsa biz onu tez deməyək ki, bəs sən 100 deyirdin. Nə bilim, məncə 100 də olmasa, amma çox yaxşı bir nəticə olacaq. Amma mən çalışacağam ki, 100 olsun. Olar, olmaz da canımız sağ olsun, gələcək illərdə olar. Əlbəttə, yəni əsas orada məqsəd var da, yəni ki, mən buna çatmalıyam. Düz. İnşallah bundan sonraki yarışlarda planın nədir, yəni məqsədin nədir, necə bir xətlə getmək istəyirsən? Mən belə deyək də, hədəfim var mənim. Deyək ki, 100 saat dedim, yəni bu mənim hədəfimdir. Hədəfimə çatsam, indi bugünkü gündə mən 95 saatda yığsam, bu elə 100 deməkdir də, yəni bunu nətər demək, o quş uçurdan adam, məni anlayan adam və yaxud da bir balaca məntiqi olan adam bunu dərk eləyir ki, elə 95 də 100 deməkdir. Mən bu hədəfimə çatsam, ondan sonraki mənim planım, ondan sonraki hədəfim yarışlarda, məsələn, məndə 10 dənə cins quş var, ayrı-ayrı cinslər. Əvvəl mən nişanları qarışdırmaq istəyirdim. Demək olar ki, bir 3-4 ay fikirləşmişəm ki, yəni nişanları qarışdırım, cinsləri də ayrıdır, nişanları da ayrıdır, uçuşları da fərqlidir. Bilirsiniz də, quşu qan lazımdır da, yəni eyni cinsə vurmaq olmur. Arada bir fikirləşirdim ki, yəni cinsləri qarışdırım bir-birinə, yaxşı ilə yaxşını vurum da. Mən burada rəngi, cinsi qoyum qırağa. Amma sonra fikirləşdim və bunu qərara gəldim ki, cinslər elə ayrı-ayrı qalsın. Mən onların üstündə işləyim. Gələcək illərdə məndə 10 dənə cins quş var. Göylərim var, gözxallılardır, əbrəşlərdir. Bax, bu ağbaş əbrəşin cinsi. Demək, göylər, əbrəşlər, gözxallılar, badamlar, ağ badamlar. Ağ çılpaqlar, sonra qırmızı nişanlar, məsələn, o qırmızı allarımın cinsi. Yəni, belə ayrı-ayrı cinsdir. Bir iki cinsi, məsələn, kəkillilər, bozquyruq kəkillilər, boynugüllülər, yadımdan çıxır da bir neçə də cins var, yəni hardasa 10 dənə cinsdir. Mən istəyirəm ki, gələcək illərdə, gələcək yarışlarda mən hədəfimə çatandan sonra
Artıq cins quşları uçurdum. Deyək ki, məsələn 2030-un yarışıdır, 2030-un çempionatıdır. Mən orada uçurdum məsələn ancaq kəkillilərimi. Yəni 12 dənə quşun 12-si də kəkilli, həmən cins, başqa bir cins yox. Orada yəni olmasın ki, məsələn göyağbaş, olmasın ki, göy. Ancaq kəkillilər. Rəngi fərqli-fərqli ola bilər. Və yaxud da ki, kəkillilərdən məsələn başqa bir çıxar, amma cinsi həmən quşlar olsun. 12 dənə quşu mən elə bir dənə quşxananın quşunu buraxıram. 60 saat uçar, 70 saat uçar, nəyi uçar? Filankəs məsələn, filankəsin quşları filan qədər uçdu, filan cinsləri. Yəni hədəfimə çatandan sonra yəni mənim 100 saat hədəfimdir, mən bu hədəfə çatana qədər çalışacağam. Çatandan sonra mənim yəni gələcək illərdə planım belədir. Deyək ki, bu il uçurduram mən məsələn 2028-in çempionatı ancaq ağbadanlar. Hamı da şahid olur ki, ağbadanların birinci uçdu, eyni cinslər, hamısı eyni quşlar. Birincisi düşdü 6 saata, 7 saata, 8 o yan bu yan 85 saat. Sadəcə bilinəcək ki, filankəsin quşları, filan quşları ortalama 8 saat uçmağa qadirdir, belə deyək. Yəqin ki, həmin bu cinsləri ayrı-ayrı saxlayırsan uçmalarda. Hələ ki şəraitim yoxdur. Ayrı-ayrı törədirəm və qatmıram bir-birlərinə. Uçurduram, baxıram. Yəni bir 20-30% ürəyim gedilər. Fikirləşirəm ki, bunlardan nəsə düzəltmək olar. Təbii ki, indi dostların dəstəyi ilə bir də məsələn məndə kəkillilər var, məsəl üçün deyim. Bir cütdür. Hardasa onlar da bir-birinə yaxın qandılar. Hardasa. Onlara nə lazımdır? Törətmək üçün ikinci bir qan lazımdır. Qan da kəkilli olmalıdır və ən azından rəngi uyğun olmalıdır. Yəni qara kəkilli ilə qatanmıram da. Məsələn, paşdı bu nişanda olmalıdır. İndi korpusu fərqli ola bilər. Həm də uçuşu, gözü, xasiyyəti, hər bir şeyi bunlarla uyğun olmalıdır. Buna yaxın olmalıdır. Mən ondan bunu seleksiya edə bilərəm. Onun balası ilə bunun balasını bir-birinə gətirib törədə bilərəm. Rüfət var mənim dostum, Naxçıvanlıdır. O mənə bir dənə kəkilli verib, onun da kəkilləri var bir cüt. Mən uçurtdum balanı, xoşum gəldi. Qaçırtmışdım. 8 gündən sonra qayıtdı. Mən dedim öləcək, indi ölməyəcək, sağalıb da demək olar ki. O vəziyyətdə mən o 1-2 qənət uçurtdum, baxdım ki, o quş ki belə quyruğun üstünə bellənir deyirik də biz. O bellənə quş qoymur üstünə. Hələ nasazdır. Demək orada hardasa bir yaxşı göstərici var. Bunun axırına çıxıb xoşum gəlsə, onlar da məsələn bir dostun, tanışın hesabına da məsələn bir cüt ondadır, bir cüt məndə. O balalarından bunlara qatıb, bunların balalarını onlara qatıb bir dənə quşxana düzəltmək olar. Belə dostların dəstəyi ilə bu hədəfimizə də inşallah çatarıq. Buna biraz zaman lazımdır, çox zaman lazımdır, amma yəqin ki, gələcək illərdə bu da olar. Bakı Göyərçin klubunun idarə heyətlərindən biri də Məcnun qardaş da buradadır. Xoş gördük Məcnun. Hər vaxtınız xeyir olsun Sərxan, bəxtin qulaq asıram, çox gözəl çəkmişsiniz maşallah. Səbirlə, təmkinlə gözəl söhbət aparırsınız. Belə söhbətə lap yaxın məqamdan girmək istəyərdim. Məsələn, Əkbər cins haqqında çox gözəl söhbət elədi. İstəyərdim Əkbərə buradan belə bir sual ünvanlayım. Ümumiyyətlə, biraz açardım mövzunu. Cins deyəndə məsələn nəyi nəzərdə tutursan? Quşa bir cinsdir demək üçün quşda hansı keyfiyyətlər olmalıdır? Bir balaca bunu açardı. Məsələn, mənə Əkbərin quşlarında məsələn deyək ki, çəkilərin cinsindən var. Mən bunu məsələn Sabah Sərxan yanıma gələndə mən bunu iddia eləmək üçün hansı komponentlər yerində olmalı ki, mən ona bir cins deyəm? Hansı özəlliklərdir? Mən də Məzunu da salamlayıram. Bakı Göyərçin klubunun yarışının rəhbəridir. Bayaq dedik yarışlar haqqında ki, nə etmisiniz? Yəni Məzunun da böyük bir dəstəyi var bu yarışların inkişaf eləməsində, irəli getməsində. Məzunun sualını belə cavablandıraram. Ümumiyyətcə bizim yerli cinslərimizin əksər bir hissəsi bir-birləri ilə qohumdur. Yəni bir-birindən törənən quşlardır, əksər bir hissəsi. Məsələn, quşxanada bir cüt quşum var. İkinci bir cüt kuş gətirib qatsan ora, bunun balaları ilə onun balalarını vurursan, yaxın qan olmasın deyə. Baxsan ki, onların altından
məsələn də elə bir nişan çıxır ki, 7-8 dənə quş bir-birinə oxşuyur. Törətsən bir-birinə oxşuyur. Onları seçib atanda bir quşxanaya, bir müddətdən sonra o quşlar çevrilir həmən nişana. Həmən bu 2 gütdən əsər əlamət qalmır. Yeni bir nişan olaraq. Yəni cins deyəndə müəyyən göstəricilər var da. Biz bunun cinsini bilmirik axı. Bu dediyim kimi bu paşlı bir-birləri ilə qohumdular. Yəni mən cins o mənada deyirəm ki, baxsan ki, uçuşları biraz fərqli olur. Məsələn bu şəkillərdən bir 4-5 dənə bala çıxıb, aşağı yuxarı hamısının uçuşu eyni olub. Gözü, uçmağı, nə bilim qanat vurmağı, necə ki birinci bala öz-özünə qalxıb gedib, məsələn gəzib gəlib, ondan sonra çıxanlar da paşda onun kimi elə bir o balanı təkrarlayırlar. Məsələn o göy ağbaşın balası biraz fərqli, o birinin balası biraz fərqli. Yəni bu tək o gedib gəlmək göz söhbəti deyil. Bu yəni uçuş göstəricilərinin bir çoxu. Ona görə mən ona cins deyirəm ki, məsələn həm nişanı fərqli. Məsələn 40 dənə o şəkillidən buraxmısan bayra. Biri var bunların içərisində olar, biri var ki hamısı onun kimi olar. Bu quşda tək uçuş deyil də. Yəni biz buna yerdə də balet eləyirik axı. Yerdə də məsələn zövqümüzə oxşuyur da bu. Həm mas da uyğun gəlməlidir. Uyğun gələndə bu gözə də daha gözəl görsənir. Qıraqdan izləyənləri də daha çox cəlb eləyir. Bir quşxanada görsən ki 50 dənə əbrəş qoyun, nətər ləzzət eləyir adamı. Xoş gəlir. Yəni mən də onu yaratmaq istəyirəm. Həm bərabər aparmaq istəyirəm. Həm uçuşun, həm də korpusun, rəngin, yəni oxşarlığında, yəni bir-birinə oxşarlığın. Yəni mən cins bu mənada deyirəm. Bizim maraqlanılmağı üçün istəyirəm həm biraz quşdan, həm biraz quşbazlıqdan, həm biraz yarışdan danışaq ki, elə olsun ki, həm tamaşaçı yorulmasın, həm də onlara da, insanlara da, bizi izləyənlərə də örnək sözlər deyə bilək, onların da bizdən öyrənə biləcəyi, bizdən götürə biləcəyi, ələn xüsusda səndən öyrənə biləcəyi çox şeylər var. İstərdim biraz da bu Bakı Göyərçin klubunun gələcəyi ilə bağlı hansı addımları məsələn atmaq lazımdır, nələr arzu edərsən ki, bir üst kateqoriya daha üstə çıxa bilək, daha da güclü nəticələr toplaya bilək. Həm bizi izləyənlər bizdən zövq ala bilsin, həm də klubda iştirakçı sayı kəmiyyətdən çox keyfiyyətə üstünlük verilsin də, yəni daha çox insanı cəlb eləsin ki, həm burada heç olmasa burada mən bugünkü gün həqiqətən quşun imkanım yoxdur quş hazırlamağa, amma sizinlə bərabərəm və sizin yanınızda olmaq istəyirəm. Sizin quşlarınızdan bir uçuşlarınıza baxmaq istəyirəm, orada nələrsə öyrənmək istəyirəm. İstərdim bir balaca bu barədə danışasın. Gəl biz ilk öncə bunu başladanlara minnətdarlığımızı bildirək, sağ ol deyək. Yəni burada bayaq mən qeyd elədim, Elxan müəllimin bu yarışlarda əməyi çox olub. Bir daha ona təşəkkür eləyək. Sonra da indi biz özümüzə təşəkkür eləməyəcəyik. Yəni biz kollektivik. Nələrsə eləməyə, nələrsə yeniliklər eləməyə çalışırıq və daha yaxşı nəticələr əldə eləməyə çalışırıq. Bunun üçün bir yüngülvari söhbət eləmişik. Gələcəkdə belə bir təklifimiz var. Yarışlar 2 yerə bölünsün, klub 2 yerə bölünsün. Yəni 50 saatı keçə bilən iştirakçılar, yəni onları dillə desək yaxşı iştirakçılardır. Elə adam var məsələn, uçuşlar 2 yerə bölünsün. Hə də uçuşlar 2-yə, təbii ki, uçuşlar 2 yerə bölünsün. Məsələn 12 dənə iştirakçı olsun maksimum. Yəni əsas qrupdan söhbət edirəm mən. Əsas yəni nə mənada? Bunlara vaxt çatsın deyə, istədiyi nəticəni əldə eləsinlər deyə. Ona görə biraz fərqlilik eləmək istəyirəm. Məsələn bu mənim bir təklifimdir. İndi bunu biz yəqin ki yuvarlaq bir şey eləyəcəyik də, altın üstün bir məsləhətləşib danışıb düzəldəcəyik. Allah korusun. Mənim təklifim odur ki, qrup 12 nəfər ayrılsın. Həm 2 dəfə uçuşsun. Məsələn, bir dəfə mən uçurtmuşam, yığmışam 90 saat. İkinci dəfə mən uçururam, mənim quşlarım uçur 30 saat. 90 saatla 30 saat toplanır, bölünür 2 yerə. Ortalama olur 60 saat. Əgər mənim bir dəfə quşum 90 saat uçursa, ikinci dəfə uçurdanda 30 saat uçursa, mənim o 90 saat nəticəm mənim üçün o nəticə deyil. Əgər mənim quşum uçursa 60, ikinci dəfədə uçursa 60, bu demək mənim quşumun gücü budur.
Amma arasında uçurum fərqi olanda, düzdür o havanın da təsiri var. Ola bilər məndə hava o da eləyər bir 15 saat. Biri var 60-75 ola, biri var 90-dan 30 ola. Bunun üçün 12 nəfər yəni seçiləcək, 50 saat aşırmış hər bir iştirakçı, yəni o qrupa dəvətlidir. İştirak eləyə də bilər, eləməyə də bilər, onun öz işidir. Bu 12 nəfər hər il axıra qalan 2 nəfər, 11-ci, 12-ci yeri tutan 2 nəfər qrupdan çıxarılacaq. Onun yerinə isə o biri qrupdan 1-ə, 2-yə çıxan iştirakçılar əvəz ediləcək. Və 12 nəfərin hər biri 2 dəfə quş uçurdacaq. Çünki mən 50 saat yığanda, məsələn, kimsə dedi ki, onlar da bir dəfə nə bilmək olar, bir də 50 saat nədir? Mən düz deyil. Mənim də qəbulumdur ki, təsadüfən ola bilər də, quşdu, havasını tutdu, 50 saat uçdu. Bu demək deyil ki, elə bu əla. Mən həmən ili ikinci dəfədə uçurdum 50 saat və yaxud da 45 saat və yaxud da 55 saat göstərsəydim, bu nə olacaqdı? Mənim quşumun gücü budur. Mənim hazırlığım budur. Bunun üçün yəni bu biz ilkin olaraq gələn yəqin ki bunu eləyəcəyik. 12 nəfər seçəcəyik. İndi ola bilsin ki az da olar. Yəni 12 nəfərdən çox olmayacaq. Maksimum 12 nəfər olacaq. Bu ilki nəticələrimiz, yəni nəticələrimiz yarış iştirakçılarının da nəticələri gələcək illərdəki, yəni növbəti il 2026-cı ildə keçiriləcək yarışlardakı yarışa təsir edəcək. Yəni bugünkü nəticələr həll edicidir, bunu demək istəyirsən. Təbii ki də, yəni 50 saat ölçü olaraq bugünkü bu ilki nəticələr. Bu ilki yox. Sən məsələn 2 il bundan qabaq 50 saat da yığmısansa, ona görə mən deyirəm ki, yəni hələ ki bizim nəticələr zəifdir. Yəni sən biz məsələn elə bir iştirakçı tapan var ki, o məsələn 4 il 50 saatı aşırsın. Var elə bir iştirakçı? Yox. Yoxdur. Onun üçün biz yəni bundan qabaqki illərdə də yəni 50 saatı aşıranı qəbul eləyəcəyik ora. İndi ola bilər say 15 nəfər olar, nətəri, yəni 12 nəfərdən çox olmayacaq. Yəni 15 nəfər 50 saatı keçirmiş ola bilər. Biz 12-dən 12 nəfər yəni seçəcəyik. Kim istəsə qatıla bilər. Orada 2 dəfə uçuş olacaq. Sezon ərzində 2 dəfə quşu uçurtmalısan. Dediyim kimi 2 dəfə nəticəsi toplanacaq, bölünəcək 2 yerə. Yəni bölünəndən sonra nədir, onun nəticəsi o olacaq. Biraz ola bilsin ki, quş sayı biri fora azalar, 11 olar. Yəni biraz çətinləşə bilər də, belə deyək. Onda belə çıxır ki, yəni növbəti il bizi məsələn bu ildə ortalama keçən 24 nəfər quş tutmuşdu yarışlarımızda. Bu o deməkdir ki, növbəti il 12 nəfər əgər birinci kateqoriyadan 12 nəfər, ikinci kateqoriyadan 100% əminəm bundan ki, həqiqətən də biz o nəticəyə çatacağıq. 24 nəfər eləyir və bu hər iki 12-12 24, 48 yarış planlaşdırılır. Bu da yarışın uçuş sayının artmağı deməkdir də. Yox, 24 olur da. Birinci kateqoriya 24 dənə, ikinci kateqoriyada onlarda yarışır axı bəs. Hə, ikinci, hə. Bu da yarışın sayının artmağı Orada deməkdir. daha da çox iştirakçı ola bilər də, yəni ikinci kateqoriya. Orada indi bir məhdudiyyət gətirmək lazımdır. Çünki biz hər il çalışırıq ki, Abşerondan, Bakıdan, Bakı ətrafından yeni quşbazları üzə çıxardaq ki, onlar uçursunlar, tanınsınlar. Plus da biz özümüz də tanımalıyıq, biz özümüz də bilməliyik. Çünki siz bilirsiniz də belə lazımsız söhbətlər çox gedir. Sosial şəbəkələrdə də 9 ay müddətində ki, falan kəsdə quş var idi, o qoşulsa falan eləyərdi, bu qoşulsa falan eləyərdi. Falan kətdə falan kəs və heç kəs tanımır. Biz yəni maksimum dərəcədə çalışırıq bunları eləyək. Həmin insanlara bir söz demək istəyirəm. Bu çəkiliş gedir də, düzdür, yaydan başlayır, gələn ilə kimi bir il vaxt olur da. Həmin o istər-istəməz qabağına çıxır və ya ki, dostun, tanışın qabağına çıxır. O təklifi həmin o insanlar da kiməsə eləyə bilər ki, məsələn, falan yarış var, son yarışa qoşula bilərdi. Ən düzgün yolu budur da. Yəni sən bu yarışı görürsən, istər-istəməz bir nəfər baxsa, bir nəfərin 4 nəfər, 5 nəfər tanış olur. Quşbaz olsun, quşbaz olmasın. Yəni qoşula bilərlər. Məncə də qoşula bilərlər. İnşallah növbəti yarışlarımız daha maraqlı olar. Mən belə deyərdim o barədə. Yəni bu mənim öz fikrim də, yəni bu mənim üçün belədir. Mənim üçün artıq məlumdur ki, Bakıda yaxşı quşlar kimlərdə var, kimlərdə. Mən o yarış iştirakçılarından danışmıram. Yaxşısı var, Allah daha da artıq eləsin. Lap yaxşı eləsin. O ayrı.
Məncə bu yarışlarda, qoşulanlarda, meydanda olanlarda mənə təqribi məlumdur ki, kimlərin quşu nə cücdədir, quşbazlığı nə cücdədir. Ona görə də yəni mən maraqlı olan onlardır. Yəni bir-birimizlə yarışaraq məsəl üçün Məzlumla yarışırıq, yarışa-yarışa onun da inkişafı olur. O da daha yaxşısı nədir? Mən də. Yəni biz bir-birimizlə rəqabət apara-apara ikimiz də inkişaf edirik. Bizə bu lazımdır. Onun üçün də bizə Bakıda elə 12 nəfər lazımdır. Artıqlaması ilə bəs eləyir bizə. Demək bunlar yarışa hazırladığımız quşlardır. 24 dənə erkəkdir. Tutmuşam bu gün. Birazı düşüb 3-4 saata. Belə də göydə olan da var, yarım havada olan da var, görsənməyən də var. Keçənki quşlardan da var. Məsələn, göy erkəkdir. Sonra göy boyundur, yarışda tutduğum. Yeni quşlardan da var. Badamlardan. İnşallah ki, yarışda qismət olsa çoxsun erkək uçurdacam. Mayalar da o biri kuşxanadadır. Onun özəlliyi var, misal üçün erkək. Yəni mən belə deyim də, burada hava yoxdur Bakıda. Az mən erkəyə mayanı ayrı-ayrı uçurduram. İndi 4 dənə hava verib bu ay ərzində. İyun ayı ərzində. Bu yanda ayın 18-idir. Buradan bu yana da baxsan ki, 2 dənə hava vardı, yoxdur. Ora həmin mayanı məşq elətdirmək, həm erkəyə məşq elətdirmək ücə vaxt çatmır. Ona görə həm də erkəklər elə ürəyim gəlir də, mayaya ehtiyac yoxdur. İndi ola bilsin ki, 2 dənə, 3 dənə uçurdaram, ola bilsin ki, onu da uçurtmaram. Ona görə düşmüşəm erkəklərin arasındakı yəni rezultat ala bilim də. Biraz ona, biraz buna yarı-yarımçıq eləməyim. Demək 4, 6, 11 dənə. 11 dənə düşüb, arası bir 13 dənə də göydədir. Yəni görünən də var, görünməyən də var. Qismət hamısı inşallah yığışıb gələr. İnşallah. Sırf yarışa hazırladığım quşlardır. 10 dənəsi zəifdir. 4-5 saat, 3 saat belə. Bir 14 dənə, 13 dənəsi ürəyim gəlir. İnşallah qismət olsa, qaçırtmasaq yaxşı nəticə olmalıdır. İnşallah. Bunlar da mayalardır. Bunlar isə mayalardır. Yarışa hazırladıqlarımdan. Bir 2 dənə qaçırtmışam. Hardasa 19 dənə qalmalıdır. Yaxşı uçanlar var, burada çək mayadır. Yarışda tutduğumda keçən il. Sonra o biri çəpdir, yaxşı uçanlardan. 21 dənə elədir. 5, 10, 14, 19 da yox. 19, 21 idi, ikisini qaçırtmışam. İndi 19-dur. 19-dur. 19 vaxtla düşdülər ora. Ola bilsin ki, heç maya tutmadım. Ola bilsin də 2 dənə yaxşı mayam var. Yaxşı belə çoxsu yaxşıdır, amma yəni məşq elətdirmək var da. Hava ola, məsələn, hər gün uçurdasan, seçə biləsən. Mayanı uçurdusan, erkək qalır, erkəyə uçurdusan, maya qalır. Bir yerdə uçurdusan, bir-biri ilə güt düşürlər. Yəni alınmır da. Nə bilim, əsas odur ki, hava versə, keçən il məsələn mən mayaları da normalini uçurtduğum erkəklərdir. Çünki yaxşı quş havası çox idi. Bu il amma çox azdır quş havası. Nə bilim, yenə də yaxşı olar. Amma harasaqsa araya salıb bir yerdə quş uçurdacam bir 30 dənə, 25 dənə, ola bilsin 40 dənə. İndi baxacağıq da nə qaçırırıq, nə qalır, nə uçur, nə uçmur. Çəkilişlə inşallah bir 3-5 nəfər dəvət eləyəcəyik yarışdan kənar. Yarışdan kənara. Say 30 dənə, 35 dənə, 25 dənə nə qalsa da uçurdacağıq, balet eləyərsiniz inşallah. İnşallah. Həm bizlər, həm də bizi izləyənlər. Ona görə kanala abunə olub, videoları bəyənməyi unutmayaq. Abunə olmaq, videoları bəyənmək ödənişsizdir. Yəni belə güzel videolar ortağa gəlməyinə səbəb olur. Çox mayalardır, nə qədər uçursunuz Seyran? Bu çəp maya biraz quşa saat deyəndə belə, kim biri paxıllıq üçün deyir, biri bilməyərəkdən deyir. Bu quşun saatı 7-7 yarım, 8-ə qədər, 7-8 arasıdır da. Çox vaxt yəni. 30 qənədim məsələn 15-in, 20-sin heylə uçur. İndi təbii ki, bunun yuxarı saatı da olur, aşağı saatı da olur. Yarışda 28 dəqiqə uçdu birində də 12 saat 16 dəqiqə. Birində 28 dəqiqə, birində... Hə. İkincidə nəyə görə oldu? Səbəbi var, prosta ya da adam izah eləmək istəmir ki, deməsinlər bəhanədir.
zəif idi uçmadı, yəni belə deyim. Quş mənim də mən bunu satmıram. Kiməsə pay vermirəm. Yəni deməyim odur ki, quşun hər bir standart saatı yoxdur. Bu 7 saat elə qurasan ki, bu 7 saat uçsun. Bu gün 7 yarım uçar, sabah biraz artıq. Bu quşun da bir 7 yarımı, 8-i var idi. Məsələn, birində uçmadı, birində də artıq uçdu. Mən deyə bilmərəm ki, elə həmişə 12 saat. Düzdür, əlbəttə. Bəs bu çapmaya? Bu da bir 8 yarım uçan mayadır. Bu çapmaya. Yarışı elə fikirləşirəm, bu 2 dənə çəplər, bir dənə də ağ maya var. Bir də onu fikirləşirəm. Adamlar var? Yox, çılpaqdır. Hansı aldı? Nə olar? Hə, yuxarıdakı olacaq o. Yaxşı mayalar var. Amma yəni indi dediyim kimi də o 12 dənə quş lazımdır. Həmin qaçırdana baxırıq. Eləsi var ki, qaçır heç qismət olmur tutmaq. Qismət olsa 3 dənə, 2 dənə maya, qalanları erkək olacaq. İnşallah. Zəhmət olmasa bu quşların şeyi ilə bağlı, yəni uçuşda erkək mayanı bir yerdə uçurtmağın ya da ayrı-ayrı uçmağın mənfi təsiri, yaxşı təsiri, neqativ. Bu hərənin bir quş uçurma taktikası var. Mən neçə illərdir quşu ayrı uçururam erkək maya. Neçə illər deyəndə yəni yarış üçün də. Çünki erkək maya bəzən gütüşür. Hava vermir, saxlayırsan quşu. 5 gün quşxanadadır. 5 günə quş nə edir? Yumurtlayır. Bir-biri ilə gütüşür, keçili bir qırağa yumurtlayır. Ona görə mən ayrı uçurduram. Bu atqazlı quş söhbətini istəyirəm biraz danışmalı. Atqazlı ya atqazsız, ya az atqaz eləyən quş. Ümumiyyətlə heç atqaz olmayan quş necə sənin fikirləşirsən? Heç atqazlı olmayan quş olur. 300-dən, 400-dən məndə ha, yəni yenə deyirəm. Bəlkə kimdəsə heç, məsələn, elə 10 dənədən heç bir atqaz eləmir. Mən özümdən danışıram. Məndə məsələn hər bir 500 dənədən, 300 dənədən elə bir quşlar çıxır ki, heç vaxt atqaz eləmir. Həmişə uçur. Yəni atqaz hansı saat atqaz deyilir, hansı saat atqaz ya da atqaz deyilir yəni. Həmişə uçursa məsələn 6-7, bir dəfə uçursa 2 saat, 3 saat demək atqaz eləyir də yəni. Məsələn quşu uçurdusan deyək ki, həmişə uçub 7 saat, gəlsən yarış uçurdusan, baxsan ki 2 saatla gəlir. Demək ki, onun atqazı var. İndi sırf yarış gününə düşər, qeyri günə düşər. Demək bunun atqazı var. Quş da var həmişə uçur 6-7, bəzən yəni heç uçmayanda uçur 4 yarım, 5. O atqazlı sayılır. O yəni ola bilsin ki, onun canında nəsə var, ora qədər gücü çatdı. Yəni atqaz eləmədi. Mənim özümü maraqlandıran belə bir sual var. Həqiqətən istəyirəm buna bir səmimi cavab verəsən. Nədir o? Bildiyimiz ki, biz Bakıda oluruq. Abşeronda havanın bu qədər əlverişsiz olmağı, hava verməməyi, bu illərdir bizim problemimizdir. Elə bir əmindən belə ömrümüzün axırına qədər yəqin bu belə davam edir də. Çünki yaxşıya doğru həyatda çox az şey gedir. Biz belə bir quşlar düzəldə bilərik ki, məsələn, hava 5 gün vermir, 5 gün verməsin, 6-cı gün biz quşun üstündə uçsun. Ya 4 gün vermir, 4 gündən sonra uçsun. Elə quşları düzəltmək lazımdırmı, yoxsa varmı elə quşlar? Bu quşları ya da necə düzəltmək olar? Yəni elə quşlar düzəltmək olarmı ki, quşu az itki verəsən də, yəni məcbur olub uçurtmayasan, məcburiyyətdən qaçır. Orada hər quş fərqli-fərqlidir. Hər bir quşun cinsi fərqlidir. Quş var, bir gündən bir uçmalıdır, yatmamalıdır. Quş var, nə qədər yatır, yatsın, nə vaxt çıxartsan uçur. O quşdan quşa fərq edir. Demək var da belə quşlar. Var da, əlbəttə ki, var. Onu tapmaq çətindir, onu seçmək olsa zaten uçan quşu seçmək çətindir. Qalsın ki, sən elə quşu axtarasan, tapasan, o nə bilim, bəs qəliz məsələdir. Çox qəliz məsələdir. Qəliz olduğu üçün maraqlıdır. Qəliz bəzən elə şeylər var ki, onun asan variantını tapmalısan da, çətin variantı o sənin vaxtını üstə aparır, biraz da o gələr üstünə, lap çətin olar. O vaxt çatmır axı. Havalar görürsünüz, bax, hava küləyin sürətin yatan vermişdi, azalan vermişdi. Baxsan ki, azalmır. Bir ustaki fırlayır da o yana, bu yana, o da sürüş yaradır, quş aparır. Fakt bizim quşların 3-ü görsənir, 10 dənəsi görsənmir. Qismət də gələcək, gəlməyəcək, Allah bilir.
İnşallah ki gələrlər. İndi yaxşı uçan quşlardır, amma bəzən baxsan ki gəlmir. Bunlar isə cəhd düşmüş balalardır. Mən bala hazırlamıram birinci sezona. Çalışıram ki, onun heç olmasa ikinci il olsun. İkinci il uçsun. Yarışda da yəni. Hə də, yəni bala da olanda oktyabr balası, yanvar balası, yəni mart, aprel, may, mən bu balaları hazırlamıram. Çünki bilirəm ki, balanın getmə ehtimalı da çoxdur. Dəyişkənliyi də çoxdur və tüləyi də çoxdur. Maşallah olsun. Maşallah gününüz olsun. Bir sual verin mənə. Buyur. Biraz deyəcək. Bir sezon üçün nə qədər bala sənə kifayət edir? Yəni quşlardan nə qədər bala alırsan? Mən çox bala alıram, hədsiz çox bala alıram. Çünki mənim quşlarım zəifdir və neçə illərin quşu deyil də, yəni təzə düzəldilən quşlardır. Ona görə mən hər sezon, bu 3-cü sezondur ki, mən 500 bala, 400 bala, bu ildə məsələn 500 bala almışam. Amma yarış üçün 500 bala ilə hazırlayır. Yox, yarış üçün yox. Yarış üçün bilinən quş olsa, yəqin ki, 100 dənə, 80 dənə görər. Amma mənim quşlarım bilinməyəndir. Mən quşun həm cinsin bilmək istəyirəm, həm yaxşısını çıxartmaq istəyirəm, həm də yarışa hazırlaşıram. Və plus da mən quşu pis uçurduram. Məndən çox quş gedir. Budqara erkəkdir, budqara erkək yəqin ki, tanıyırsınız. Quşun standart saatı var. 5 saat. Maşallah olsun. Maşallah gününüz olsun. İnşallah hələ quşlar tam açılışmayıb. Bu 4-cü qənətdir, elə birəm uçurduram. 4-cü dəfədir, yəni qanatları dolandan sonra. Qənət buyruq eləyəndən sonra. Hava yoxdur da, indi hava olduqca 5-6 qənətdən sonra yəqin ki, yaxşı saatlar yığacaqlar. Bunlar balalar da. Hə, cəhd düşmüş balalardır. O biri kuşxanada da uçmaq istəyən balalarda, baxsan 2-3 saat uçur, mən onları kəsirəm. Gələcəyə saxlayıram da. Çünki bərkisinlər, həm də yarışa qarşı meşət edir, yarışa görə mənə. Onsuz uçurdanmıram onu, qalır. Yarış quşunu məşğul etdirirsən, o qalır. Yox deyirəm, gəldim məşğul edirəm. Maşallah olsun. Maşallah gününüz olsun. Əhvəl istəyirəm belə bir sual verim sənə. Buyur. Bu yarışlar indi davam edir də, indi ömrümüz nə qədər imkan verirsə bu yarışlar da davam edəcəkdir, yarışma davam edəcəkdir, yaxşı quşlar görəcəyik. Sən fikrincə bu yarışmanın bir limiti var, yəni belə bir söz gəzir də orta axtama, keçən ildə bunu çox eşitmişəm bəzi yerlərdə ki, yarışın peçatı. Ümumiyyətlə yarışın peçatı vuruldu, belə bir şey, bu anlayış nə deməkdir? Yəni sənin üçün hansı limit, o məsələn 20 il, 30 il aşıla bilməz limitdir? Hansı limitə biz, hansı bir saat səviyyəsinə çatandan sonra deyə bilərik ki, bu çox çətindir ya da ki, bir 5 il, 10 il, 15 il aşıla bilməz. Ya belə deyək də, hər iliyin öz saatı var. Elə bir şey yoxdur ki, bu il ola bilsin ki, mən bu il yığıramsa 90 saat, rəqiblərim yığırsa 70 saat. Demək bu yaxşı nəticədir, düzdür. Baxmayaraq ki, keçən il məsəl üçün Məzun yığmışdı 120 saat. Keçən ildə qaldı, bu ildə. Bir də belə bir şey var. Ola bilsin ki, kimsə yarışda rekord saat var, məsəl üçün də 130 saat. Hə, kimsə rekordu üçün uçurdar. Deyər ki, mən məsələn o rekordu təzələmək çətindir. O maraqsız olar onun üçün ki, mən o rekordu aşıra bilmərəm. Yəni elə bir rekorddur. Amma mən elə fikirləşmərəm. Mən deyərəm hər ilin öz saatı var. Hər il göstərilən ən yuxarı nəticə, yəni elə uğur sayılır. Baxmayaraq ki, keçən ildən azdır. Gəl belə bir səmimi suala cavab ver də mənə ki, hansı saat limiti, yəni saat vurulandan sonra aşılmağı bir 10 il, 15 il, 20 il çəkə bilər? Söhbət 10 quş üzərindən gedir, çünki bizi maraqlandıran Təbii ki, 10 quş üzərindən. Məncə 100-dən yuxarı saatlar, məsələn 110, 115, 120, 130 bu saatlar təzələnməyi çox çətin olar vurulandan sonra. Qalan 2 saatlar hər bir saatı aşırmaq olar da yəni. Yəni 70, 75... Mümkünsüz deyil. 70-75 heç nədir. Onu aşırmağına var ki. Yəni mən özümü deyim, mən bu il bilsəm ki, mənim quşlarım
75 saat uçacaq, mən əziyyət kəsib uçurtmaram. Mən yuxarı nəticə gözləyirəm. Rekordu, keçənki rekordu məsəl üçün 10 saat artığını təzələmək istəyirəm. Yəni 73 rekordsa mən 74 mənim üçün yenə də şeydir, yəni pis deyil, amma yəni mən özüm üçün özümə xoş gəlməz. Yəni 74 saat yığsam. Yenə də indi belə danışırıq, amma o demək deyil də biz bunu göstərəcəyik. Hər şey hava şəraitindən asılıdır və yaxud da nətər demir, quş harda uçur, havada uçur da yəni. Hava olmayandan sonra quş uça bilər. Quş uçması üçün hamı bilir necə hava lazımdır. Təqribi, təxmini necə hava lazımdır. O olmayandan sonra nətər uça bilər quş. Bu həmçinin məşq uçuşlarına da təsir eləyir də. Nə olsun ki, sezonda verdi 5 dənə yaxşı uçuş, yaxşı hava. Bundan qurtarmırıq. Məşq elədiyin uçuşlarda da bir normal hava verməlidir ki, sən quşun normal saat. Konkret saat demirsən də, məsələn 80, 85 ya 90, 95 saat olsa bu biraz bir neçə il alacaqdı çəkmək üçün. Çünki yenə yox, mən fikirləşirəm ki, 100 saata qədər o qədər çətin deyil. Hər an yəni o rekordu təzələmək olar. Yəni o saat. 100-dən yuxarılar, 100-dən yuxarılar, çətin. 10 quşu birdən-birə eyni saatda saxlamaq təbii ki, çətindir. Görsən ki, bir dənə həmişə sən deyirsən, 5-6 dənə quş qaldısa ağır sahada, geziyə qalma ehtimalı çoxalır, hədsiz çoxalır. Sən quşu nətər öyrədərsən ki, həm geziyə qalmasın, həm də ağır saat versin. Plus da bizim quşların cinsindən də belə şey aldım. Aslında tək-tək gəlmək. Məsələn biz özümüzü digər ölkələrdə yarış keçirən adamlarla müqayisə edəndə, məsələn balqarlarla, səhblərlə müqayisə edəndə nə mənada? Onlarda nətər keçirilir, bizdə necə? Onlarda hansı hava temperaturunda uçurdurlar ya çeylirlər. Baxıram, məsələn, soruşuram, orada bir anda məsələn 8 dənə quş, 9 dənə quş, hətta 10 dənə quş 10 saat yarım ara civarında intervalda gəlib eyni vaxt eniş edə bilirlər. Nəzərə alsaq ki, bizim quşlar axı küt halında uçmurlar, yəni küt halında vertikalda eniş edirlər. Ona görə o bizdə biraz daha çətin olur. Mən nə vaxtı quş uçururam, indinin özündə məsələn. Sən çox nadir halda görərsən ki, 4 dənə quş eyni anda gəlsin düşsün. Yəni hələ quş uçuşunu götürməyib ha. Plusdakı say çoxdur. İndi o zəiflər naxadı yığışır quşun başına ki, yəni küt yaratmaq istəyirdi, amma güclü quş həmişə yerini tək istəyir, tək uçmaq istəyir. Göydən gələndə də o uzağı bir dənə quşla para düşər. Yəni bir cüt bir yerdə ola bilər. Yəni söhbət güclü quşlardan gedir və saatın verib gələndən sonra. Təbii ki də sən qaldırmısan, sənin 10 dənə quşun 10 saatla onu da eyni gəlsə, bu sənin üçün uduşdur, partlayışdır. Amma sən yaxşı bilirsən ki, 10 dənə quş qalıbsa 10 sahada, vəsə, burada neçəsi qalacaq ki? Yəni ona görə saatı, o sən dediyin saatı yığmaq çətindir. Başqa bir sualı keçmək istəyirəm. Məsələn, indi hal-hazırda 18 iyundur, çəkiliş eləyirik. Temperatura baxıram, oynayır. 30, 28, 31 el olur. Heç 30 mən deyərəm yoxdur. Arada göstərir də indi. Hələ göstərir, hər amma saat yəni başı sərin, məsələn 9-dakı ilə 11-dəki saat temperatur elm. Temperaturun quşa təsirindən istəyirəm danışasan. Məsələn, quş hansı temperaturda quş üçün uçuş çox adam sayılmalıdır? Deyir ki, quş istidə uçmalıdır. Nə bilim, sərindir, nə kutka geyinirik, nə bilim, corab geyinirik. Onlar quş uçutmayan adamın sözləridir. Mən neçə illərdir quş uçuduram. İsti havada, daşı normal istilikdən söhbət gedir. Yəni 27-37 arası. 45 dərəcə əlbəttə soyuq. 45 dərəcə insan da çölə çıxa bilmir. Yəni o quş havası deyil. Normal istilikdən söhbət gedir. 27-37. 27-37 arası bizim yerli cinslərimiz ideal uçuş göstərə bilər. Yəni istədiyin uçuşu göstərə bilər. Baxmayaraq ki, 27 ilə 37-nin arasında 10 dərəcə istilik var. Bu az deyil, çoxdur. Amma onun heç bir təsiri yoxdur. Daşı isti olanda quş daha da yuxarı gedir, daha da artıq uçur və bunun göydən gəlməyi də zaman alır. Yəni sahadını artırır quş. Əlbəttə. Mənim üçün o fərqi yoxdur. Sərindir, istidir, yəni istidir lap yaxşı. Quş üçün lap yaxşı. Başa düşdüm. Belə bir şey deyim də sənə ki, bayaqdan mən gəlməmişdən qabaq da məndən sonra da elə məndən bir yerdə olanda maraqlı şeylər, mövzulara toxundun. Həm biz sənə sual verdik, həm cavab verdin.
İndi Allah qoysa bizi həm YouTube kanalına izləyəcəklər, həm buradakı videolarımızın xırda fraqmentlər kimi üçün maraqlıdır. Onlar kəsib yerləşdirəcəklər. Özümüz də yerləşdirə bilərik TikTok kanalımızdan, Bakı Göyərçin Klubunun rəsmi səhifəsindən. İndi ola bilsin ki, sənin fikirlərin, danışdıqların hansısa quşbazda, quşu olan quşbazdan söhbət gedir. Bir maraq oyatdı və səndən istədi ki, bir gücün sınasın. Necə deyim, gücün sınasın. Yəni yaxşı mənada bir qarşı-qarşıya gəlmək istədi ki, bir sən də quşu uçurt, mən də uçurdum. Eyni gündə uçurdaq, quşumuzun gücünü göstərək. Bu adam deyir ki, yarışdan kənarda, heç yarışda yoxdur. Məsələn, belə bir təklif olsa, bunu necə qarşılayarsan, bu sənin üçün necə şey doğrudar, fikir? Mən xoş qarşılayaram, hətta daha xoş qarşılayaram elə bir şey olsa. Amma bir şey var da, bir fərqli qayda desək yox. Çünki mən yarış üçün fərqli uçurdum, onun üçün fərqli uçurdum, bir başqası üçün fərqli uçurdum. Bu mənim tarazlığımı pozan bir şeydir. Yarış qaydası ilə, yəni mən yarışa məsələn necə hazırlaşıram, yarışa necə uçurdacamsa, onun kimi təklif olsa, quşbaz da həqiqətən quşbaz olsa, yəni indi hamı bilir də kimdə quş var, kimdə quş yoxdur. Yəni çox xoş qarşılayaram, uçurda bilərəm həmin adamla. Yenə deyirəm də belə yoldaşlıq, dostluq kimi quşumun gücün mən əziyyət kəsib quş yetişdirirəm, görüm elə bir yetişdirdiyim quş hansı dərəcədədir. Bunu yoxlamaq istəyirəm. Yəni elə bir təklif olsa çox xoş qarşılayaram. Fərqi yoxdur, rayonda olsun. İndi eyni hava deyilsən, eyni gün deyilsən, amma 20 kilometr o tərəf bu tərəfin havası eyni belə olmur. Qalsın ki, bir uzaq bir yerdən olsa. Məsələn, belə bir təklif rayondan gəlsə necə qarşılayarsan? Məsələn, orada da özün bilirsən də ley faktoru var, quşların gəlməmə ehtimalı var. Məsələn, tutan ki, mən rayondayam, gözəl də quşlarım var, nəticələri də xoşuma gəlir, bəyənilir. Həm özümü də təsdiq eləmişəm və özümə də güvənirəm. Amma sənə belə bir variant təklif edirəm də. Bizdə ley vurur da quşlar, bilirsən də, siz 12 quş üzərindən. Mən də istəyirəm ki, 16 quş, 15 quş atam, heç olmasa 3-ünü də yaparsın ki, mənim 12 quşumdan, 10 quşumdan, ya lap 4-ün, 5-ini də yaparsın, amma 10 dənə quşumun nəticəsinə inanıram da. Məsələn, buna necə, bu təklifə necə baxarsan? Məsələn, mən bu... Belə deyək də, sən özün Bakıda quşurdansan, demək olar ki, rast da gələ bilərsən ki, hər uçurtduqda birdən görürsən ki, 2 dənə, 3 dənə, 5 dənə quşun gəlmir. Yəni burada da olur. Ley olmasa da belə, nəsə olur da indi havada nə baş verirsə, quş gəlməyən quşlar olur və hətta o quşlardan görsən heç xəbər çıxmır. Nə bilsən, ley apardı, nəsə havada başına bir iş gəldi. Mən bunların hamısını nəzərdə alaram. Ley olan yerdə mən 10 dənə uçurdaram. Ley olan yerdə uçurdar 13 dənə. Hə, 3 dənə. 3 dənə bu leyə pay çıxar. Əgər bunun 13 quşunun 12-ü də gələrsə, birin əvvəldən çıxar, birin axırda gələn quşdan çıxar, birin də ortadan çıxar. Bir də təkrar olan zəhmət olmasa aydın. Mən uçurduram 10 dənə quş, qapıma nə gəlsə o da sayılır. 10 dənə quşun toplam sayıdır. Yəni 9-u gəlsə 9-udur, 10-u gəlsə 10-udur. Və yaxud da 8-i gəlsə 8-idir. Amma ley olan yerdə kimsə quş uçurdarsa, 13 dənə quş uçurdar. İndi daha 4 dənəsi gəlmirsə, ley vurursa, orada quş tutmağın mənası yoxdur. Amma 3 dənə quş fora olurdu ona. 3 dənə quşu gəlmirsə, yeri vardı, 10 dənə quşun yeri var. Əgər bunun 13 quşunun 13-ü də gələrsə, yəni ley vurmadı heç birini, deyək ki, bu indi əvvəldən gələn 3 dənə çıxsa, ədalətsizlik olar axı. Birin axırdan gələni çıxar, birin əvvəldən gələni çıxar, biri də ortadan gələni. Qalan o ortada 10 dənə quşun hesabını hesablayar. Anladın necə? Yəni bu 10 dənə 13 quşun 12 də düşüb həyətə, 3 dənəsini qoyur qırağa, birinci gələnləri, axırıncı gələn 10 dənə hesablayır. Bu düz deyil. Və yaxud da ki, axırıncı gələni qoymaz ki qırağa. Hamısı gəlibsə, birin əvvəldən, birin ortadan, birin də axırdan çıxar. 3 dənəsinin də yəni foraları. 10 dənəsinin hesabını olar. İndi 12-si gələrsə, birin bu başdan, birin o başdan çıxar. 11-i gələrsə birin ortadan çıxar. Yəni belə bir şey də ola bilər də. Məsələn, ən pis şeylər, neqativ şeylər deyirəm. Çünki bu əslində yaxşı bilirsən ki, bu quşbazlıqda bəyənilməyən çox şey paxıllıqdan irəli gəlir. Məsələn, kiminsə quşu uçur deyirlər hava sərin idi. Normal havada uçur deyirlər padyonlu idi. Quşu uçmayanda amma minlərlə bir bəhanə gətirirlər. Amma yaxşı quşa da şərik qoşurlar da. Məsələn, ona pis deyirlər, deyirlər ki, filan şey.
Məsələn, deyək ki, həmən gün uçurdan adamın quşları qırış Leyqovdu qoymadı, 7-8-in birdən saldı. Olar ki, məsələn, 3 gün özü uçursun. Niyə olmur ki? Sök tardı getdi. Yəni Bizə burada nəticə lazımdır. Nəticə olduğu lazım olduğu İndi üçün bir şey də var da. İndi bəhanələr aradan qaldırılır. Leyqovan vaxtı qərarı verərsə, hə. Leyqovdu, gördü nəticə olmadı, dedi ki, təzədən uçurdum. Və yaxud da Leyqovdu, dinmədi. Quşdu da qalxdı, getdi, lap girdi dərinə. Nəticə güclü olandan sonra dedi, yox elə Leyqovsa da elə quşlarım yəni yaxşı qalır. Ümumiyyətlə hər şeydə var da. Force major hallarda elə bir şey var. İstər-istəməz təbii fəlakətlər nəzərə alınır. Hə, nəzərə alınır, amma bir dənə görsən bəzən təbii fəlakət olur deyir ki, məsələn, ki bu alınmadı məndə. Amma quşlar sahada qalandan sonra görür ki, quşlar daha yuxarı getdi ki, da sayılsın da, yəni. Görür ki, nəticə yaxşıdır. Hətta danışıqda həmin vaxtı deyərsə əlbəttə ki, olar. Həmin vaxtı deyər ki, yox, bu alınmadı, ley dağıdı. Biz bilmirik, quşlar aşağı da gələ bilər, yuxarı da gedə bilər. Hə, təkrar uçurda bilər o. Yenə də biz də yəni belə pis sıxmasını düşmançılıq eləmirik ki, yoldaşlıq edirik. Yəni quşumuzun gücünü bilmək istəyirik. Ona da yalançı uçuş lazım deyil, mənə də lazım deyil. Məsələn, belə deyim də, eyni vaxtda uçurmuşlar. Məsələn, o nümayəndəsi bura gəlsə, buranın nümayəndəsi ora getsə, yəni nümayəndə rəsmi şəkildə çıxır. Yəni sən Hətta dostun, tanışın kimsə də eyni vaxtda uçurmaq şans ola bilər belə. ola bilər. O lap yaxşı olar. Yox, fərqi nədir ki, eyni gündə də tutmaq olar. O lap gözəl olar. Bir şey var ki, burada hava müzakirə. Hə də indi o məsələsi var. O deyəcək məsələn ayın 20-si uçurdaq, mən deyəcəm 21-i uçurdaq. Bu şeylərə görə razılaşmırsan da bəzən. Olsa inşallah. Olsa kimsə, yəni mən kiməsə təklif eləmirəm, amma gələn təklifi xoş qarşılayaram. Yəni xoşum gələr ki, kimsə məndən quş tutmaq istəyir, mən də uçurdum. Quşumuzun gücünü bilək. Yenə deyirəm, yəni o nəyəsə xətir kimsə uçmayan, quş uçmayan mənə deməsin ki, quş uçurdaq. Yəni olub da elə bir şeylər olub. Sən deyirsən ki, Baxmısan məsələn, mən quş düzəldirəmsə bu elə meydanda düzəldim də. Hə də. Bu deməkdir. Məzunun da quşu var, mənim də quşu, o da yetişdirir, mən də yetişdirirəm. Qoy çıxardaq meydana görək. O mu düzgün yetişdirib, o mu yaxşı yetişdirib mən. Təbii ki, yarış şərtləri ilə. İndi bir iki dənə orada danışıqla nəyisə ortaq bir şey eləmək olar, amma yəni bir dənə quş uçurdaq, 5 dənə quş uçurdaq, 10 dənə quşun toplam sayıdır. Mən bir dənə quşu nə edirəm, bir cüt quşu nə edirəm. Həm sezonda vaxt az olur. Yəni 3 ay vaxtımız olur. Bunu elə bir ay gedir küləyə yazıda, hava tutmağa. Bir aydan həm qalır belə. Ortada bir ay vaxt olur da təxminən ki, bir quş bassın. Ki, normal bir hava çəkilsin. Həm də bir ay ərzində başqa bir danışılım yarışlarda əlavə şərtlərə eləsəm, misal üçün deyir ki, mən yarış şərtini uçururam, başqa şərtini uçururam. Həm onda Əkbərin vaxt gedir. O həm bizim yarışda iştirak edirdi, ona quş hazır idi. Həm də o biri adamla müzakirə indi bilinmir kiminsə olsa elə bir şey. Onun quş çıxıb bastırsa, vaxtı gedir, onu demək istəyirəm. İndi burada bir sənə bu şeydə bir sualın içərisində bir dənə məqam doğurur ki, məsələn bu özü nə deməkdir bu? Bu deməkdir ki, qardaş, çox adam demir ki, məsələn mən də uçurçaydım falan qədər yığardım o yarışda mən də sizin çempionu uçurtmaq istəyərdim, ya bilim sizin 60 saat yığanla uçurtmaq istəyərdim, 70 saat yığanla uçurdaram, nə eləyərəm, belə boş-boş söhbətlər aradan qalxsın deyənə. Problem yoxdur, mən uçurduram, sənin də uçuşun bizim üçün sayılır və keçərlidir. Göstərə bilirsənsə, göstər, biz də şahid olaq. Biz də bilək ki, doğrudan da belə quşlar var. Mən bu söz söhbətlər də aradan yoxlar. Ki, bəzi insanlar var ki, quşu yoxdur, heç quş saxlanmır, prosta girib kommentardır, boş-boş şeylər yazır ki, falan gəzir, quşu sənin quşundan düşdür. Və bu yarış qaydası nəyə görə dedik? Yəni mən onsuz da yarışa hazırlaşıram. Yarışa quş uçurdacam. Həmin vaxtı, həmin adamı da dəvət eləyə bilərəm ki, sən də gəl otur, sən də izlə. Onsuz da eyni qayda eynidir də. O da gəlib baxa bilər, məsələn izləyə bilər, gedib özü də uçurda bilər və yaxud da kimsə gəlib onun yerində izləyə bilər və yaxud da kimsə göndərə bilər, o özü də həmin vaxt uçurda bilər. Yəni buna görə yarış qaydası deyirəm. Bir sual verin mənə sözcüdən. Ola bilər ki, ikimiz yarışmaq istəyirdik, kim ancaq səndən bala tutmaq istəyirdi. Nətəri? Ki, ancaq səndən bala tutmaq istəyirdi. Mən bala quş hazırlamıram. Yəni elə insanlar ki, mən bala tutmaq istəyirəm. 20-10 dənə bala tuturdu. Nə dəxli var ki? O bala uçurda bilər. Yəni bala quş uçurda bilər. Yox, məndə ümumiyyətcə balalar uçmurlar. 40 dəqiqə, 50 dəqiqə. Mən onunla nətər uçurdum? Mənim quşum yəni zəif quşdur.
Böyüyü 3 saat, 5 saat uçur. Balacası nə tərəf, balası nə tərəf? Bu o deməkdir ki, mən səndən bala uçuduram. Bu özü bir bəhanədir, əlbəttə ki. Bunu mən Nə dəxli var uçur, bala uçur, Yox, lap yaxşı. belədir ki, yəni qulaq as da mən. O bir tərəfə özü strafovkalı ki, birdən mənim quşum uçması deyəcəm bala idi. Onun fərqi yoxdur. Bunlar yəni hamısı bu hospitaliyalarda keçirilmişik. 9 aydır bu nağıllara çox qulaq asırıq. Bu sosial şəbəkələrdəki bu danışıqlardır, ideyalardır. Buna hamısına qulaq asırıq. Artıq meydan zamanıdır. Bugünkü gün yığışmışıq, meydanda quş göstərək, çalışırıq quş göstərək. Burada bir zəhmət var, burada bir əmək var. Ağam bir Hə, döşür. çöptü nedir? Raynadan ettir. Bu Yukarıda. yuxarıda göyçəp olar. Bunu göyçəp. Bu hansı da bilmirəm. Ama burada da yani. Ne saat nədir? 6 saat olmalıdır. 6 değildi hələ. Neçə dəqiqə var? 9 dəqiqədən sonra 6 saat. Bədrə düzdür yəni bax. 4 tane de burada. Qırmızı, Ya qırmızı ağ o göydə ox elə bir. Ya qırmızıdır. Qırmızıdır, açıq Qırmızıdır. Ha. Abi gəlib düşürə taxtaya, sonradan düşürə yerə. Ha. Naxadı yerə düşürlər. Prosta indi bir adamı çox görürük, baxma quş istər-istəməz. Bir gün falan. Külək o deyil. Külək indiyə 0 olmalıydı, 0. Evet, 0 olmaz. Həmən demək, keçən il iniş ili idi də. Ha, enişli. 3-4 adamla yarış elədim, yəni yarışdan kənar. Balans pozuldu. Fariz ilə sürtdüm, Cabir ilə sürtdüm, Vəli ilə sürtdüm, yarışa sürtdüm. Hələ bir iki dənə də uçuş var idi, nəysə onlar təxirə düşdü. Farizə 2 dəfə uduzdum. Vəliyə uduzdum, Cabirə uduzdum. Yarışda demək olar ki, uduzdum, ikinci yerə çıxdım, yəni birinci yerə olanmadı. Yəni bunu niyə deyirəm? Elə həm bilinsin ki, sabah yenə uduza bilərəm. Yəni bu demək deyil də elə ən yaxşı quş məndədir. Prosta mən yoxlamaq istəyirəm. Düzəldirəm, saldıram meydana. Görüm düzəldə bilmişəm, yox. Təzədən üstündə işləyirəm. Və yaxud da ki, görürəm, hə, yox, yaxşıdır. Hardasa məqsədimə çatmış kimi oluram. Tam yox, ha, yarı. Və qaydanı nəyə görə bir qayda deyirəm? Keçən il sürtdüm gah nəm oynayan quş, gah nəm dombalaq aşan quş, gah nəm kiminənsə uçuş, gah 6 quş, balans pozuldu. Bakıda hamı bilir də quş havası neçədən olur ki? Keçən il çox oldu, iniş il yenə quş havası az idi. Olmadı. Bu il yenə hələ ki azdır. Yəni ona görə bir qayda seçirəm, yarış qaydası seçirəm ki, bu bir dəfəni uçurtmaq olur. Yəni biri var yumruğu bir yerə vurasan, biri var bir neçə yerə vurasan. Yəni buna görə o qaydanı seçirəm ki, indi çox adam deyir üst-üstə saat nədir, quşun uçuşu bir olar. O kimsə üçün olar, sənin üçün olar. Mənim üçün 10 dənə quş. Bir dənə quş şansa da uça bilər. Nə bilim kimdəsə də ola bilər, amma 10 dənə quş hər adamda ola bilməz. Hər adam onu yetişdirə bilməz. Və yaxud da ki 10 dənə quş səni yanılda bilməz. Təsadüf uça bilməz. Düz. Bu qədər. Səkiz dənə lazımsız kəsik quş saxlamaq. Bunlar var da ya da ki. Yok kəsiyə nə şey yok. Bunları tərpəli kəsmirsən, yoxsa saat verib də kəsmirsən? Yox, saat verib. Cəhcəl kəsmirsən.
Bəli, Rüstəm müəllim. Və bu yarışda keçən gün Sadıq Yalova gələcəkdi. Bilmirəm, yəni Düşdü. Ha, orada tutuldu. Maşallah. Neçə saat idi? 6-10. 6-10. Bunlar neçəli quşlardır? Bunlar bozqırıq, bu ilin oktyabr balasıdır. Göy ama Çillikdir. kirlidir. Allah'ın neçədən quş qalmamış? Şu 7 dənə. Neçə saat? 16:33. 7,5 eləyə. Bir ikisi yukarıda görsen de üçü. 2 dənə verirsən, 2 dənə. Ya ağrım bir ya. Ya kara kuyruklu bu desene sen xamutlu nədir? Göy boyun. Ha. 4 dənə. 1, 2, 3, 4. Ay sana. Bu qara quyruk, bu qara quyruk. Xamut. Tanız qara. Çom. Yok yok xamut da o nəsə. Ne qalsı qabağı? Bunun elə bir boynu belə gördüyünüz böyle bir sohbətli olsa. Mənə xamut oxşayır mənə başdı. Maşallah. Ne saat ya? 7-19'da 8 saat 19'da. Maşallah. Maşallah yapsan da 5'e de var 8'den olsun. Kasaya yapacak. Orada tahta koy. Maşallah. 17:41. Saat edici. 8:41 oldu. 8 8:41 oldu. 8 saat 41 dakika. Maşallah. Ne özünde videosu çekmiştim köy hakkında. 11 yarım yapmış sayfalamı. 11:25 Maşallah. Bu neden sıkıp? Bu köy çəplə göy boyun var onlardan. Aşağı göğe baştan ha? Yok, onlar orada şıkalayıp yakası nasıl şıkalıyor? Bunun göy var yukarıda aşağı, bir tane göy kanat var orada. Yaxşı tutulur, hamısı yaxşı. Neçəli quşudur bu? Bu ikinci, bu ikili. Çilli. Ben keçən yarışda kuşlar Maşallah. şey eləyəndə kəsdim. İkinci təbii usuldan var. Dedim, kuşlar, bu kuşlar üçün ikinci təbii usulda. Kəsdim usuldan var, belə yaxşı usul. Qardaşı da yaxşı usul, o biri köy erkəkdir, o keçən gün tutmuşdu. İşte de yaxşı usul. Maşallah olsun.
Sattıra bilmədim. Dokuz. Ne kadar? Dokuz 11. Sata bilmədim çəkməyə. On saatlə gəlir. Göstər. 19.07. Sırf kuyruk mayadı. Maya değil şeydi bu. Evet şey. Şöyle tahtanın üstüne. Aa neyse. Başta kimiydi o? Koskar dedi ya sen. Sırf kuyruğu. Evet buyurun. De düşür. Doksan Fatih şöyle düşün. Boş ver ha. Mesela çetin diyersiniz de. De. Hala geçti ha. Şişe. Yo. Çiz kırık. Neçə saat? 10 saat. Neçədə gəldi? 10.09. 10 saat. Ay maşallah. Ay maşallah. Sağ ol aşklar. Ay maşallah. Saat sıkma lan. Saat 4 tane şunu kalır. Maşallah maşallah. Biri sonra. Maşallah. Ama şimdi değil köyden gelen bir tane taşımazlığın olmaz. Boş şey. Yok, ben kaçmanı dedim. Ay maşallah. Kuşun 3-4 tane alameti var. Yıkılmaq istəyir ha, o ötdən yeyəndə fikir ver. Balda çok kuş gözle bağlı. Koska da koska. Geçen ne kadar uçmuştuk kendisine? Geçen az şeydi. Geçen aşkazı vardı. Değil de var ya. Burası Maşallah maşallah. 10 saat 7 dəqiqə ha? 10 saat 9'da. 9 2 dəqiqə. dəqiqəsini çıxsın. Ha, o zaman 9 dəqiqə. Maşallah. Bu akşam grup var. Sana 11 saat 25 dakika. 11 saat 19 dəqiqə. Saat 21 dəqiqə. Maşallah. 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 Tam bir tane sana dedi. 11 20-22. Maşallah. 11 saat 23 dakika.
Ay maşallah. Arzula çatdı məzmun. Hə, Sərxan, arzuma çatdım. Maşallah dünən danışdığımız kimi oldu. Səhərcə 2-dən Bursa saat göstərəcəm. Həqiqətən diri oldu. Evet, çok sağ olun. Aslında bir yaşta kuşun üstünde kısmet olsa sattırabilse olur. 2 tane de burada. Sonradan kalkan bir sonradan kalkıp bir yaşta ve bundan bir an önce satırsa onlar 80 su böyle var. Ya o da burada. Nədir bu yuxarıcı? Nədir? Ya bu qaradır. Maşallah. O yetmə bak qızır üstüne. O halı var üstüne qızırsan. Hastadan dolayı oldu. Ama çatını yere düşmeyi istedim. Ha. Ama şey Qaradaq elə bu. bu kadar. Maşallah. 15 saat 22 dəqiqə. Oraya kuş da yağır. Niye burada? Ben görsen mi? Evet, Sabir de gruba video attı. Niye burada? Burada da karanlığı da olsun görsen. Su şarabı değil, alkol. Yok bu değil. Ne oldu ya? Bu bayakçıdır. Düştü. Koyma su içse. De bu. Bozguruk de. De. Biraz düşüreyim damızda. Yok bu zira değil. Maşallah. 11 saat 22 dakika. Zira oluyor diye bu kelam. Kapıyı açsana. Evet. O iman bitti aslında o çasır gidiyor. Çok zayıf. Güçlü bir tane. Sıkı da kanatlar ha. Kurtulduk ya balet elan. Buna göre. Görsün koza çiçek. Ha ondan utanma. Bu senden utanma. Erkeğin yanı su içeri var. Oraya gitti bak. Keçdi arxaya. Ha kuş diye bu yıkayacak. Ha bunu bilemiyorum bir de var arkasında. Onu götür. Girdim. Yoktu bu. Bu patlamasın belli değil, o götüreceğiz. Baba. Hadi bir balet ile bir kın. Baba. Kız gizden görmesin ha. Şuna da ya. Baba hadi ne diyor? Ay maşallah. Evet, siz de olmuş sağ olun. Gel düşe sonradan kalkamıyorum. Azanla verildi. 20-31. Bana falan bozuldu. Buyruğunu tut ama. Gel kuş göster ona. Dama çıkmaz ki. Dama değil. Ben saçına. Düştü. Sen daha sağda çeyre. Düştü. Ay maşallah. 20-32. 11 saat 32 dakika. Kardeşim 2 tane demişti, 3 tane gösterdi. Bir de boksunda ne kadar? Hepsi de göster. Ben buna vermem olur.
Səndə. Ay maşallah. Qəşə çəkdiyiniz kartlar. Bəli qardaş. 10 manat atarsan karta. Keş görəm mən ay görəm biraz balet eləkdə eyvana. Tezdən burada dejurnu saxlayıb bizi. Ay sizin bozdurduq.